Baş sponsor bir market, xüsusi sponsor Medera Hospitalı, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, West Medical Center, Bafuri və Referans Medical Group'un sponsorluğu ilə Səni axtarıram başlayır. Sevgisinə görə həyatını təhlükəyə atan Gülxanım. Bu gece sabaha kadar ben yatmamışam ki. Bu hamiləlik olmamalıydı. Onun həkim ona söyləmişdi. O yenə Rəşad üçün göz yaşı tökdü. Bir kelime böyle yazmır ki neyinirse necəsən. Yaxşı övlad olsa ana dədə ondan imtina eləməz. Gülxanıma elə bir sürpriz var ki, yerindən oynayacaq. Xoşqədəm Hidayət qızı Gülxanıma kömək edəcəkmi? 2 uşaqla mən onu atacağım çölə. Buyur get, buyur. Birazdan Səni axtarıram da. Fərəhnisə həyat yoldaşını axtardı. Bu kişi gidip sığınıb ora, sakitlik axtarır. Gülləri yəqin Qaliyaya alır. Səni axtarıram onu Rusiyada tapdı. Bəni elə qovlamayıb ki, mən dünyada qayıdım ora. Hamısı yalan deyir. Əzizağa 40 illik həyat yoldaşından imtina edib Qalyanı seçdi. Qaliya sizi mi saxlayır? Qaliya məni saxlayır. Ona görə səni tərk eləyibdi. Sənin yaşına başına yaraşır. Fərəhnisə Qalya ilə üz-üzə gələcəkmi? Arvadı çıxart ortalığa. Demirəm ki, Qaliya burada nəsə deyər, sizə pis olar. Qaliya kimdir mənə desin ki? Birazdan Səni axtarıram da. Salam, xoş gördük əziz tamaşaçılar. Hamını salamlayıram. Hər kəsə deyirəm, ekran qarşısına yaxın əyləşin. Dünən hamınız yığışdınız ki, Gülxanımı yola sal. Düzdür? Məni öldürürdüsə, səhv elədim. Dedim ki, git. Düzmü eləmişəm? Yine gelecek. Gülxanım, icazə verin də zəhmət olmasın. Düzmü elədim? Düzmü elədim? Qoymamalıydım getsin. Yox, elə şey yoxdur. Apararsız evinizdə saxlayarsınız Zülfiyə xanım. Aparıb evinizdə saxlayarsınız Zülfiyə xanım. Yəni dünən Gülxanım efirdən çıxdı və ondan sonra nələr baş verdi? Onu hamısını sizə mən söyləyəcəm. Ancaq burada mənim 2 atam əyləşir. 2 gözəl insan əyləşib. Necəsiz? Sağ ol, yaxşı olasan, Allah Dünənləri- atana rəhmət eləsin, sağ ol. Mən Xanar rayonundan gəlmişəm, böyücəni bilirsən. Xanar rayonunun Xəqani kəndindən gəlmişəm. Oğlum, nə bilim, gəlinim, yola vermir məni. Mən də öyle zulümla tikdirmişəm. Yaxşı. İndi, Evi niyə küsüb gəlmirsən? indi mən sizin üzrümü... Niyə küsmüsən? Niyə küsmüsən? Ay. Gəlindən niyə küsmüsən? Gəlindən niyə küsmüsən? Gəlin nə gəlindir, nə oğul oğuldur. Heç əsə bir şey deyil. Bəs qızlar? Hə. Bax, yoldaşım da xəstədir. Kəmkirdə qızının yanındadır. Mada təxliyə edirlər. Gəl bizim yanına. Mən də o kürəkən yanına getmək istəmirəm. Vallahi elə kürəkənlər var ki, oğuldan milyon kərə yaxşıdır. Bilirəm qadan aram, mənim də elə vaxt yoxdur. Baxdım var ki, qızım var. Vaxtı ilə baxdım olmuyor, elə nə sonra olmadı. Niyə bəxtin olmayıb? Nə olubdu ki? Allah sağlıq verib, O da- maşallah. Bax, indi o tane yoldaşım xəstədir. Hə.
Mən öydə təkcə qalmışam. Hə. Geldim mən harasa getmişim, gəldim gördüm çox çıxarıblar. Öydə mənim adımadır. Deyirəm çox xəbərim yox idi. Qızım gəldi ay papa, xəbərin varmı? Və bu sayğac sizin evinizdədir də. Nə olar? Sayğac qoydurub daha yaxşı. Elə yox, Hə. hamısı məndən gedir. Bir dənə yanacaq ocağına, yemək ocağına zad qoydular. Çox qoydular. Qalan hamısı mənim boynumdan gedir. Bəs oğul vermir o pulları? Hə, o oğlun başına tartışsın. Oğul oğuldur ki, arvad ağızlıdır. Bəs ay ata elə demə də, gəlinin yanında. Ay mən gözəl atam. Kim gəlib? Gülxanım gəlib. Şahin, nə danışırsan sən? Yox, mən dünənləri onun buradan çıxartmışam. Mənim əsəblərimlə oynamayın, xahiş edirəm. Dünən, ümumiyyətlə bir soruş görək nəyə gəlib. Bizim əməkdaşlarımız götürün mikrofon gedin. Yəni ged aşağıda bir görüm nə istəyir bu. Zülfiyə xanım hara getsin? Mən onu işə düzəltmişdim. Mən ona demişdim ki, get eşq yaşa. Bilirəm, mən düz deyirsiniz. Mən sizinlə razı. Belə şey olmaz. Amma indi hara getsin? Çıxdı, getdi, qayıdıb gəlib. Özü yıxılan ağlamaz. Zülfiyə xanım özü yıxılan ağlamaz. Tək yıxılmayıb da, Rəşadla yıxılıb, Rəşad da gəlsin, söykənsin buna. Bir yerdə dursunlar ayağa. Belə şey mi olar ha? Dünənləri burada necə çıxdı? Buna bax. Buraxdırmıram onu. Mən içəri buraxdırmıram. Çünki bilir ki, buraxılmayacaqdır. Yəni, həqiqətən mən dünənləri burada tamaşaçın bu durdu, yenə gəldi. Sual verin də bir mikrofon götürün, gedin onun yanına. Şahin, qızların birini göndər. Nə deyirsən belə qadınlara, ay ata? Eşitmirəm qazan alam, nədir? Ay Allah, belə sözləri eşitmir o. Belə sözləri eşitmir. Atamız ağır eşitdiyi üçün mən biraz yüksək səs tonu ilə danışıram. Tamaşaçılardan üzr istəyirəm. Hoş gələm xanım. Hay can. Canım ben bir bala 100 manatsa verin bana bir tane kulaklık al ver. Baş üstə. He? Baş üstə. Başın var olsun. Allah Alaram, niyə almıram? Atan anana rəhmət eləsin. Sağ ol. Kaş ki Qadasın mənim olasın. atam sağ olaydı. Onun qabağına belə dizlərimlə gedərdim. Sürünə gedərdi. Sağ ol qadan alam. Sağ ol. Ataların qədir qiymətini bilin. Həyatdadırsa valideynləriniz, hər gün onun səcdəsinə gedin. Neynirəm ki, gedir biri deyir ki, mən getmişəm ziyarətə. Evdə anasına salam vermir, ziyarətə gedir. Sən ziyarətin, evdə anana verdiyin salam, hər gün onun saçından öpmən, hər gün səhər açılanda anacan necəsən deməyindir. Sənin o getdiyin ziyarətlər, nə bilim, özünü göstərmək üçün ona buna verdiyin o zəkatlar heç bir xeyri yoxdur. Ziyarətgah da mənim üçün, səcdəgah da bunlardır. Ata anadır, qiymətini bilin. Bilin qiymətini, itirdikdən sonra. İndi deyirəm ki, mən o qulaqçığı alacam, almağına. Amma sizdən bir xahişim olacaq. Nətəri? Qulaqçığı da alacam. Sonra o deyir, o rayonda o icra başçısına şikayət eləyirsən, icra nümayəndəsinə şikayət eləyirsən, sənə fikir vermirlər, onlara da müraciət eləyəcəm. Bir dəqiqə səbirli ol, Gülxanıma bir görək nə deyir o. Ürəyim partladı, görün bax o nəyə gəlib. Dünənləri milyonların qarşısında Gülxanım burada yola saldım. Buyur Gülxanım. Mən o studiyaya qaldığını xahiş edirəm. Gəlim studiyada sözümü deyim orada hər kəsin arasında. Və o insan da bugün gəlsin bura, mənlə üzləşsin, bu məsələyə son qoyulsun həqiqətən. Xanım, dünənlərin məsələyə son qoyuldu da, təkrar nə deyəcəksən bu studiyada? Studiyaya gəlmək istəyirəm. Gəlsinmi tamaşaçılar? Gəlsinmi? Yox, Xoşqədəm xanım, məsələyə son qoyulubdur, bilirəm. Amma ki, elə son qoyulub. Bir dəqiqə. Valla mən deyirəm ki, yox. Mən deyirəm, yox. Yola atmalı biz deyilik. Niyə? İndi Rəşad səhv eləyibsə, Rəşad onun arxasında durmursa deyə. Burada elə bir insan yoxdur ki, onun böyrünə çəksin gəlsin. Əslində Gülxanımın da ki,
o vəziyyətdə üstünə düşmək düz deyil, mən belə fikirləşirəm. Çünki Gül xanım 2 dənə Azərbaycan qızını dünyaya gətirəcək. Ona görə də mən gedirəm, onu götürəm, gələm. Sən arxasında dayanırsan. Sənə qurban olum. Burada öz 5 uşağı qalıb Gülxanıma sahib çıxır Eldəniz. Nə deyim? Dağda deyə arvadı ilə bir yerdə. Maraqlıdır Mağsaqqa. 5 uşaq sığınacaqda, qızın gözü nə vəziyyətdə uşağa Gülxanıma sahib çıxır Eldəniz. Mənim Qızlar necə baxır, qızlar? oğlum başımı Yox, qızlar necə baxır sizə? Nağardım. Qızlar necə baxır sizə? Qızlar. Hə. Qızlar yazıqlar yad oğlun əlindədir. Mən onlara günahkar görmürəm. Dedim həftədə biriniz gəlin mənə baxın. O da tək gəlir də tək gəlmirdilər. Yad oğlunda nə ağarım. Ondan sonrasında... Yaxşı, atacan, indi qızlar gəlib desə ki, ay ata, səni aparıram, gedəsən. Hara? Onlara. Gedəcəm ya, getmirəm. İndi deyirlər ki, atamızı qocalar evinə qoyma. Biz baxacağıq ona. Kimdir? Qızların. İnanma. İnanmayım. İnanma deyirəm qızlarıma. Yad oğlundadır. Mən günahkar görmürəm onları. Öz həyatımdan da zad olmuşam. Deyirəm ki, nə deyirsən, qəbul eləməyim onları? Allah haqqı bax. Bu istor haqqı. Gəlin mənə elə dillər deyil. Heç istəmirəm. Elə gep qazda bağlanacam. Ondan sonra çıxıb gələcəm. Qızlar deyir ki, atamızı qocalar evinə qoya bilmərik. Gelme üstüme, diz çöktüm dünyanın. Atacan, mən bugün bir daha əmin oldum ki, əgər bir atanın, bir ananın qızı varsa, dünyanın ən xoşbəxti odur. Əlbət, Allah o sonsuzlara yaxşı, Allah verməyib övlad. Keşkə mən də sonsuz olaydım. O 5 övladı heç yekələndirməydim. Bax, o həmən o yekələnməmiş, oğlum ölmüşsə, 1 yaşından 7 yaşına kimi 7 qurban kəsmiş. Keşkə heç qabıl olmaydı o qurban. Sözlər deyil. Arvadı da, özü də bir yekələnməmiş oğlu var o da. 3 arvad alıb oğlu, 3 arvad. 3 arvad. Birini Sabirabaddan alıb, birini Gəncədən Kuşadan, birini burada Bakıdan təz aparıb. Nətəri? Qəlbinə dəymə, övladındır. Gəlin. Övladındır deyirəm, qəlbinə dəymə. Nə qədər desən də ürəkdən demirsən o sözləri. Oy Allah elə öyladı heç verməydi, Allah'a canım filan olsun. Keşke verməydi. Verib verdiğine heç zad olmaz. Atacan, oğlun zəng eləyib. Mehman, Ay can, ay hastalan bana. mənə can demə, atana can de, Mehman. Ben atama hemen can demişim, eşitsən? Mehman, atana can de, Mehman. Kaş atam sağ olaydı. Onun karşısında dizin dizin sürünerdim, ay Allah. Atamın bir saniyesi için her şeyimi Sözüm, Rahmetli Arif Kuriyev'le
Siz gelmişsiniz Haliçkəndə, yadına gəlir, Səhəməti Arif Quluyevlə. Bilmiyorum, ben çok yere Yoldaşınızla. gitmişim. Yani deyirəm ki, o yalandan çıxıb ki, yoldaşım bir... Yalandan mı çıxıb? Ulanam da olsun, gəl araşdır. Balanın balamı, iki Deyir balanın... yalandan çıxıb ora, heç nə eləməmişəm onu. Ay, vicdanım haqqı, bax atamın gör haqqı. Heç məndə, bax 84 yaşımın içindəyim, məndə yalançılıq yoxdur. Həməşə düzünü danışmışam. Mənə lazımdır. Sen başına diyor, ben özüm başımın bazanda təkə satan olmuşam. Gəl belə eləyək, gəl belə eləyək. Mehman, mən səni dəvət eləyirəm. Dur, gəl atanın arxasınca. Mən o verilmiş, mən sağmasının içində bir yavru olmalım. Bu bircə dəqiqə dayan, bir dəqiqə dayan. Mehman, burada oturan kimdir? Bir dəqiqə. Bu sənin dədəndir, hə? Sən başa düşmürəm, indi dədən burada oturub biyabır olmursan, amma gəlib bura çıxanda biyabır olacaqsan. Əksinə, biyabırçılıqdan özünü qurtarmaq üçün çıx, gəl, öp atanın əlindən, diz çök, üzr istə, apar. Mən dəvət, o qarşı oturmuşam. Bir dəqiqə dayan, bir dəqiqə dayan. Sənin həyat yoldaşının yüzünü taparsan, amma bu kişini tapa bilməzsən. Mən həyat yoldaşım xaçlarıydı. Bu kişiyə təhqirlər deyir. Kişi deyir ki, məni təhqir eləyir. 84 yaşlı bir kişini, bir axsaqqalı necə o söyüşlərlə təhqir etmək olar? Hoş gələk hanım, canınızı yalanın deyir. Mənim canım and içməyə, qardaş, bir dəqiqə. Mənim canım and içməyə, mənim evdə körpələrim var. Mən onlara baxmaq istəyirəm. Mənim canıma yalandan and içmə. Sən nə tər xoşluysan, mən də elə... Hə, öz canına and iç, öz canına, həyat yoldaşının canına and iç, heç atanın da canına and içməyə icazə vermirəm sənə. Ancaq öz canına və sənin atan bura gəlib çıxıbsa, günahkar sənsən. Ata, ana, onlar dəyişilməzdir. Onlar Allahdan sonra bizim səcdə edəcəyimiz insanlardır. Onlar bizi bu həyata gətirənlərdir. Onlar bizə nəfəs verən, həyat verən, can verən insanlardır. Allah və valideyn. Necə yəni? Yaşlı insandır, naz edə bilər. Yaşlı insandır, kaprizləri var. Necə uşağının nazı ilə oynayırsan, elə də atanın nazı ilə oynamalısan. Kişini sən salmısan yollara. Nədir o sayğac? O sayğaca görə gündə o evdə nə davalar olur? Ayıbdır. Ayıbdır heç də. Gəlsin görüm Gülxanımın da o Hürrəm Sultan kimi gedir, gəlir, gedir, gəlir. Qalmışam belə valla. Yəni çıxartmışam. İndi yenidən Gülxanım gəlibdir. Ay Allah, mənə səbir ver ya Rəbbim, səbir istəyirəm səndən. Görək Gülxanım hansı sirləri açır, qısa bir aradan sonra. Gülxanım, xoş gəldin. Sağ olun, hoş geldin. Bax, tamaşaçı hamı bilsin. Bax, gələcəm Eldar dayı, yanına gələcəyəm sənin. Baxın. Sonuncu yazdığı saat 1'ə 10 dəqiqə qalmışdı. Bax, Gülxanım yazıb. Özü yazıb. Sabah gələcəm. Siz yanımda olun Xoşqədəm xanım, xahiş edirəm. Siz balalarınızın canı. Bunları sən yazmısan, düzdürmü? Yox, onu demirəm. Onu demirəm. Yəni mən elə şeylər var ki, mənə deməyə ehtiyac yoxdur. Siz balalarınızın canı ardını demişdim. Demədim. Çünki onu o demirəm. vaxtı getdi. Bir dəqiqə. Yəni tamaşaçı bilsin ki, Gülxanım bura yalvararaq gəlib. Mən gətirməmişəm.
Mən onu dünən buradan yola salmışam. Bugün gəlibdi ki, gördünüz, mənə də bizim əməkdaşlarımız heç mən görməmişdim. Deməli, onu içəri buraxmamışdılar ki, bəli, onu içəri... Gələndə aylarla burada oturdu. Siz onu müzakirəyə çıxartmırdınız. Deyirdiniz ki, boşanmaq istəyirsən, get boşan. Aylarla tamaşaçı yerində oturur. İndi dostlar, yəni şahidi də heç mən bilmirdim, mənə bizim əməkdaşlarımız dedi ki, buraxmamışıq. Mənə deyəndə, mən dedim, gəlsin. Gəlib indi, sağ ol Eldəniz, sən də dəstək verdin. Çox sağ ol. Bəli, Xoşgədəm xanım, bu vəziyyətində bir qardaş kimi mən ona hər zaman kömək etməyə hazıram. Ya o kişinin şəxsiyyəti, mən üzr istəyirəm. Mən 5 dənə uşağımla bağlı heç bir haqda məlumat verə bilməzsən. Müəllim, mən 5 dənə övladımı atmıram. Sən gözün görə qadını çölə çıxartdın. Sən cəmaatı özü göstərmədi özü. Eşdin? Nabara sən bu cür... Bir dəqiqə, oturun. Ağsaqqal sən hep dediğin sözlərindən... Otur Eldəniz, otur sən. Eldəniz, otur. Çölə ata bilməzsən. Anar bəy, əyləşin. Adamın yanında başını topla. Yekle danışma. Hep kaynağı. Qadını deyib, reklam arası ağzına gələn deyirdin. Bəs onda nə olacaq? Biraz yavaş danış, sərgəli danış. Sən qarşısında oturan uşaq deyil, bir şey deyil. Qulaq as mənə. Özün gətirib burada qoymamışsın, uşaqlarını qoyuram uşaq evinə. Sığınacağım müvəqqəti. İndi düşübsən, demirəm, o uşaqlara mən bir söz demirəm, uşaqlar demirəm. Düşübsən 2 uşağın üstünə. Və sən 5 uşağın burada gələn, onlar fikirləşmirdin. Mən 5 dənə uşağım, şükür Allaha. Heç bir əziyyət Hardan çəkmir. indi? Mən Bakıya gəlməyimin səbəbi... Yox, qulaq, suala cavab versən, uşaqların indi hardadır? Sığınacaqda. Niyə? Anası ilə bir yerdədir. Anası ilə sığınacaqda bir yerdə, atası sənsən, niyə yandan da deyil? Sığınacağa kişini buraxmırlar, qardaş. Bax, Xoşgədəm xanım, uşağı gətirib burada qoymamışsın ki, qoyuram bu yıxsın. Müəllim, üzr istəyirəm, mən Ağdam rayonu Səfərli qəsəbəsində heç bir şeyə ehtiyacım yoxdur, 5 dənə uşağıma mən baxmışam. Yəni, bu günə qədər hansısa... Niyə bura gətirmişdin? Bura gətirmişdim ki... Sualıma cavab verir, qısa ver. Mən qısa da sualıma cavab verəcəm. Üzr istəyirəm, yoldaşım deyir ki, Bakı şəhərində yaşamaq istəyirəm. Gedək Bakıda Xoşgədəm xanıma yalvaraq, yapışaq, sığınacaq, müvəqqəti olaraq sığınacağa yerləşdirsin. Bakıdan bir ev tutaq, biz də Bakıda yaşayaq. Onda belə çıxı oyun qrup gəlmişdiniz. Xeyr, oyun qurmamışdım. Ya arvaxdır dedi, mən də dedim, problem yoxdur, gəl gedək. Belə çıxırdı. Arxasında dayanacaq bir dənə kişi var, o da Rəşaddır. Biz çağırmalıyıq onu. Rəşad gəlməlidir, qardaş. Sən bir dəqiqə... Mən o mövzuda demirəm, müəllim, üzr istəyirəm. Qardaş kimi deyilməyib. Qardaş kimi necə dəstək duracaqsan, mənə de görün mənə. Sən uşaq atmamışam. Siz də onu təsdiqləyə bilməzsiniz. Sizdən qabaq Ağdam icra hakimiyyəti var. Görərlər ki, mən nə zülüm 5 dənə uşağı küçəyə qoymuşam. Gülxanımın sözü var. İcazə verin Gülxanım Rəşada nəsə demək istəyir. Buyur Gülxanım. Nə üçün gəldin? Mən dünən buradan çıxdım. Bəli. Özüm çıxmaq istədim. Mevzunu da istədim ki, bağlayım. Və mən buradan gedəndən sonra zəng elədim Rəşada. Başqa bir nömrə ilə zəng elədim. Gizli nömrə ilə. Bəli, zəng elədim ki, ona görə... Niyə öz nömrəni götürmür ki? Öz nömrəmi atıb bloku. O, mən bura gələndən 15 gündür. Əgər onda bir... Bunu da kişilik olsa bunu etməz. Yəni, mən bu vaxta qədər onu qorudum, artıq bitdi uje. Çünki dünənki bir hərəkət, insanın da qəlbi deyə bir şey var, ürək deyə bir şey var. İnsanın bu qədər hissləri ilə oynamaq, bu Allahdan bir günahdır. Hansı hissən? Yazıq kişi nə... Nə yazıq kişi? Siz hansı yazıq kişi? Mən sözümü deyim, ona da o yazıq mənasında gələcək o sözün də cavabına. Desin, qoy desin. Zəng elədim,
Bəs yazdım ki, Rəşad, bu başqa bir nömrədir. Mənə bu nömrəyə zəng elə. Düzün denən təhqir eləmədin ki yazanda. Yox, Bax, yazanda mesajları təhqir atarlar, eləməmişəm. ha. Xeyr, Ay xeyr. qız sənin telefonunla danışıb. Yox. Bircə bunu yazdım ki, Xoşqədəm xanım, bu nömrə başqasının nömrəsidir, Rəşad, mənə zəng elə. Kim qalmışdı bu qızın yanında? Qızın nömrəsi ilə. Sizin nömrənizlə. O mənə Ver, deyəndən mikrofon ver, eldəniz ona. Düzün denən görüm təhqir yazmışdı. Bu yox. Hə. Amma onu çox təhqir elədi. Hə, tamam. İndi hə. O mənə zəng elədim, bir də gördüm ki, uşaq açdı. Dedim, bəs alo kimdir? Də anası telefonu. Anası mənə bu sözlər dedi ki, dedi, xala qızı çox. Mənə sözlər deyib, biabırçılıq, təhqir edici sözlər. Bir şey deyim ki, bugün bu mövzuya son qoyuyorsun, Xoşqədəm xanım. Rəşad Ay çıxıb- bacım, mən bu son qoyuram, yola salıram. Yox. Şey deyirsən Bugün sən. Rəşad bura gəlsin. Bugündən Rəşad bura gəlsin. Sözünü mənlə üzləşsin. Efirdə də, efirdən kənarda, sizin yanınızda da. Və ondan əl çəkməyəni də mən bugün bundan son Gülxanım, qoyacağım. bax, sən indi birazdan o kənddən uşaqlarını izləyəcəksən. Hə, O onları sujeti da- neçə gündür vermirəm mən. Və onları da verin. İndi Rəşadla bağlı məsələni deyirəm. Bugün bu məsələyə son qoyulsun, gəlsin. Və bir qadını, bu belə şey olmaz ki, sən bir qadınla bir yerdə ol, uşağa sahiblik eləmə. Mən deyir, nə aliment də verməyəcəm, nə atalıq da verməyəcəm. Xoşqədəm xanım. Kimdir ki onda? Sən Rəşad uşağı- bu gün uşaq gəlmişik. qalsın mənim Səhər Ay sənə. xanım, otur yerində. Ana. Əgər o demək ki, mənə çox adam dedi ki, o əgərsə mənə bir damcı hörmət, mənə yox, o iki qız uşağına hörmət qoysaydı ki, bu uşaqlar olanda nə də olsa deyəcək, bu Gülxanımdır da bunların anası. Demək ki, o uşaqlara baxmaq niyyəti yoxdur ki, o məni rəzil eləyir. Anasının, oğlunun, bu ben saat. Gülxanım. Arvadı ona, Sənə baxacaq bu. Arvadı səs atır, onu atır məni. Mən bezmişəm artıq bu təhqirlərdən. Bir Bacısı, də- anası, oğlu. Gülxanım. Bəs artıq yetər. Ay Gülxanım, bütün bu baş verənlərin günahkarı Ben kimdir? özüməm Xoşqədəm Hə, xanım. Amma özü ki, o da yıxılan bu- ağlamaz. Bu da kişilik değil onun ettiği. Böyle hep şey bayramlar. olmaz. Hep bayramla. Hep bayramla. Bayramın ne de İndi olsa... bayramın yerinə axtararsan bax. Bayramın bacıları burada ne de olsa bir defa da benim hakkımda bir pis söz deyiblər. bayramın mi? Beş özü bacısı sənə var. nəsə deyib mi? Yox. Deməyiblər mi? Bu sen kefti ki sen Bak, her şeyden şey- benimle Ay bir kızım, yerde ay olanda da kızım, yaxşı bak. da olmuşsan, Ay kızım. mehriban da olmuşsan. Ay kızım, bir indi dakika. deyirsən Ay ki kızım, mən 2 dəfə eləmişsən düz səhvi. bir dənə dəqiqə uşaq belə olmasaydı Xahiş mən o bir edirəm. uşaqlarımın yanına qaydardım. Xahiş edirəm. Gəlib Biz burada. qaydardım, bilirsən, amma ki, uşaqlar- Bura bax. İşte bayramla. Gəlib burada elə Sənə şeylər danışırsan sahib ki. çıxacaq Yer kişi, oynaya bəlkə də yerinə bayram olacaq. baxsın. Geç diye Bayram geç. sayılır. Gez yox. Qadın sana deyəsə kişilikdən Bayramdan danışsan. Kişilik bir- bir oynayacaq. danışaq dostlar, bir danışaq. Və mən Rəşadı çağırıram ki, bugün bura kişi kimi gəlsin sözü. Demir ki, səni rəzil edəcəm. Gəl artıq etkinə. Onsuz da səndə əgər vicdan deyə bir şey olsa, insanlıq olsa bunu etməzsən. Gülxanım, Gəl aydın. rəzil eləmə, Otur. amma gəlsin. Sən birinci hələ Xeyr, uşaqlarına yox, bax. o- uşaqlarımla Uşaqlarına bax, onunla bax. bağlı çıxmışam Uşaqlarına mən bax, bura. o sujeti verib bax uşaqlara. Sən gör ki, sənin 3 uşağın necə ağlayır sənin üçün. Mən bir dəqiqə gedərəm onların Bax, yanına. mən sənə Xoş necə gəlin bir xanım. dəqiqə İndi get. qayıdıb gedərəm onların yanına. Qayıdıb gedərsən. Bəli, prosta bu vəziyyətdə müjdə daha. Aa, əkizlər olmasaydı Bəli, qaydardın. bəli, qayıdıb gedərdim. Görürsən, Çünki uşaqlarım- bax, bəli. Gülxanım, Çünki bilirəm bir, ki, mən bilirsən, bir o yaşlı atalardı, bir də körpələrdi yazığım mən gələn. bugündən Rəşada həqiqətən də nifrət edirəm. Nifrət. Görsən Xoşqədəm xanım 2 dənə söz var, elədirmi? İkisini də bu qadın danışır. Bu nə əldən qoyub, nə yardan duyur. Xeyr. Bunlardandır Xeyr, bu. mən Görürsən, ailəm dağıldı. İkinci qadın dəfə ola, istədim ola, ki, mən bağışla ada məni bir insan dəqiqə. kimi bir- Qadın ola o kişilikdən danışır. Aydındır. Kişiləri qoyub Vallahi bir yerə. 2 dəfə ələ gedir. Gör, mənim oğul olmasa. ələ getir, Bir dəqiqə. ayıpçılıq, Mənim ikincisi bacım ələ oturub getir. orada, bax, Qısa bax, bax. bir ara Sən verək, burada oturmayın. qısa bir ara verək, qısa bir ara verək. Davam edirik. Eldar kişinin qızları gəlib bura. Nəvələri gəlib. Atamızı aparmağa gəlmişik deyirlər. Mən də ürəyim ağrıyır. Yəqin ki, indiblər ki, gəlib. Ancaq həyatda nə qədər qışqırdı söz deməyə, heç bir söz bizə o cür qışqırtı ilə o kişi başa düşmədi. Bu gəlinin söyüşlərini necə edir? Deyir ki, gəlin məni hər gün söyür. Çox gözəl sual. Çox Çox gözəl. mənə çox maraq. Bayaq deyə bilməz. Yox, mikrofonla qışqırırsınız da eşitmir. Öncə o da eşitməyəcək.
Bax, eşitmədi. Deyir ki, ağsaqqal. Yaxşı sualdır ha. Deyir ki, siz səhərdən deyir bir söz ona bağıraraq, qışqıraraq, yüksək səs tonuyla deyir o gəlinin söyüşləri nətər eşidirdi? O gəlin deyil, bax. Vicdanım haqq, o gəlin deyil. O gəlin dillərini eşitsən, dillərini. Ay sənə qurban olum, qulağın ağır eşidir, gəlinin sözlərini nətər eşitmisən? Üzümə deyir, üzümə deyir. Üzümə deyir, lateri sözlər deyir. Bir dəqiqədə bir söz deyirəm, görüm onu mənə deyəsən. Mənim gözəl atam, mənim qəşəng atam, mənim yaraşıqlı atam. Nə dedim? Nə bilim, nə deyir. Nə bilim və mən də deyirəm ki, bu gəlin dayanıb, üzünə bu pis sözləri deyəndə. Belə bax, üzbəyiz dururaq, üzbəyiz. Bax, belə üzbəyiz. Qayılıb, mənə lateri sözlər deyir, həmən gəlin. İndi mən də üzbəyiz durdum dedim, heç eşitmədin axı. Mən o gəlini mən heç görmək istəmirəm. O gəlin deyil. Nə oğuldur. Oğul olsa, onun cavabını verir. Sadəcə onun dilinə dil verir. Bax, bu işte onun haqqı. Sadəcə dilinə dil verir. Dünyasında bir dəfə, o desən ki, bir həftə heç ara getmə, gəlin. Getməz. O belə yaramaz ki də. Xanımından qorxur da. Nətəri? Xanımından qorxur da, xanımından qorxmayan. Qorxur mu? Onda dilini özünə qoysun. Yalanla deyil, o yalanla ki. Mən 84 yaşım var. Vicdanım haqq, hələ mən bir kəsə yalan danışmamışım. Həməsə mən düzün demişim. İndi də qələt televizyon gəlirdi. Qızlarımı öyəlir, qızlarıma söyür. Həmən oğlan. Bax Allah haqqı. Qızlarım öyəlir, qonaq. Onlara söyür. İndi qızlar bura gəlib, qızlar bura yanıma gəlib. Onları yola salım. Hanı? Buradadır, yanıma gəliblər. Deyirlər, atamı vermərik qocalar evinə. Nə deyim? Gəlsinlər. Mən imzası... Getmirsən? Getmirəm mən. Getmir. Sponsorlarımıza təşəkkür edək. Hani qızlar, gəlsinlər. Mən eşitdilərmi qızlar? Orada baxırlarmı bizə, Samirə? Niyə kamera girməsin? Bu kişini bilmirlər ki, sizin atanızdır. Ay qızlar, ay xanımlar, bu sizin atanızdır. Eldar kişi sizin atanızdır. El oba bilir. Bütün o rayon hamısı bildi ki, atanız bura çıxıbdır. Nədən utanırsınız? Nədən utanırsınız ki? Burada utanılacaq nə var ki? Gəlin yanındaydı, gəlinin yanından qaçıb gəlib mənə sığınıbdı. Və sizin də yanınıza gəlmək istəmir. İstəyirsiniz, buyurun gəlin. Başa düşmədin. Samirə, nədir? Sözüm olacaq. Gəliblər. Gəlsinlər bura. Gəlsinlər. Gəlsinlər. Gəlin bura. Düz deyil. Gəlin bura. Burada utanılacaq heç nə yoxdur. Arkada niyə gizlənirsən? Atandı bu. Atan. Ağlıqdır ki, atalarının dalıyca gəliblər. Heç Halal olsun ki, İslam kişinin arkasınca nə qızları gəldi, nə oğlu gəldi. Bax, bir adam gəlmədi. Bir qohum, bir əqraba bu kişinin arxasınca gəlmədi. Amma Eldar kişinin övladları, qızları özdə, oğlu yox. Qızlar, ona görə də deyirəm, kimin qızı varsa dünyanın ən xoşbəxt valideyni odur. Ən xoşbəxt, Canay Bəxtiyar. Bəxtiyar, Ramal, mən. Oturaq ağlayaq. Hər axşam bir dəsmalı götürək ağlayaq. Gəlinlər bizim başımıza nə oynatacaq, ay Allah. Gəlinlər mənim başıma nə oynatacaq, ay Allah. 2 oğlan onda, 2 oğlan onda, 3'ü də məndə. Get yaşa xoş qədəm gəlinlər. Get yaşa.
Amma gəlinlər də bilsin, mən oğlaq bürcüyəm. Bəxtiyarla Ramalı deyə bilmərəm. Gəlin mənim evimə gəlirsə, məni anası kimi sevməlidir. Baş sponsorumuz bir marketə təşəkkür edim. Şok cümə kampaniyasından xəbəriniz var. Dostlar, burada bütün məhsullara 80% indirim var. Smartfonlar, məişət texnikası, ev təmizliyi, gözəllik məhsulları. Üstəlik, endirimli qiymətlər, istədiyin məhsul 12 ay faizsiz, komissiyasız, ilkin ödənişsiz kreditlə ala bilərsən. Şok cümə dövründə alış-veriş edəndə avtomatik olaraq bir market loteriyasına da qoşulursan, Sibrisdən ev, maşınlar yüzlərlə hədiyyə qazanırsınız. Ona görə tələsin. Xüsusi sponsorumuz Medera Hospital'da fizyoterapevt reabilitologumuz Gülnar Əhmədli Medera Hospitalındadır. Bel boyun ağrıları, disk yırtığı, protruziya, çiyin, diz ağrıları, skalyoz, kifoz kimi xəstəliklərdən əziyyət çəkənlər 051-525-17-17-yə zəng edin və bu arada qeyd edeyim ki, Gülnar xanım 29 noyabrda ilk dəfə Lənkərana gəlir, qeydiyyatdan keçin. Neyrocərrahımız Əli Osman Qədimбəyli də 5-6 dekabrda Gəncədə olacaq. 055-296-66-68 əlaqə nömrəsidir. Oftalmoloqumuz Cahil Şahbazova təşəkkür edirəm. Mirvari suyu, tikirsi çəpli əməliyyatı, eynəklərdən xilas olmaq istəyənlər, qara su əməliyyatı istəyənlər 057-80-70-ə zəng edin və 6 dekabr mənimlə birlikdə Naxçıvana gəlir, icbari sığorta ilə əməliyyatlar olacaq. 058-15-15 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər 050-603-81-82 zəng edə bilərsiniz. Urolog-andrologumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji-androloji əməliyyatlar, böyrək daşı əməliyyatlarını icbari sığorta ilə professorun yanında etdirə bilərsiniz. 055-694-40-50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatları, plastik burun əməliyyatı istəyənlər 050-836-36-36-ya zəng edə bilər. 7 dekabrda Naxçıvandadır. Referansa təşəkkür edirəm. Referans Medikal Qrupun dəyərli doktoru, alqologumuz Müşfiq Sadıqov bizimlə birlikdədir. Baş, boyun, bel, oynaqlar, üz və əzəllərdəki ağrılardan, eləcə də sinir sistemi ağrılarından əməliyyatsız qurtulmaq istəyirsinizsə Müşfiq Sadıqova müraciət edin. 072-502-0033 əlaqə nömrəsidir. Bafuriya təşəkkür edirəm. Yaponiya məhsuludur. Yeni nəsil paltar yuyan kapsul 4 özəllik. Bir kapsuldadır. Dərin təmizlik, yumuşaqlıq, təravətli ətir və paltar yuyan maşını ərbdən qorunmasını istəyirsinizsə bütün marketlərdə satılan Bafurini ala bilərsiniz. Vest klinikasına təşəkkür edirəm. Gəncə şəhərində yerləşir. Bütün sahələr üzrə həkimlər var. 10 mindən çox dəqiq analizlərin cavabını məhz Gəncə Vest Medikaldan əldə edə bilərsiniz. O cümlədən mədə bağırsağınıza problem varsa Qoşqar Məhərrəmova müraciət edin. 055-643-36-24. Qızlar gəlmək istəyirmi? Mikrofon verin. Danışmaq da istəmirlər. Bəli. Niyə utanırlar, Ramal? Mən başa düşə bilmirəm. Ya, burada utanmalı nə var ki? Ay xanım, atanız buradadır. Nə demək istəyirsiniz? İcazə var, Xoşqədəm xanım, mən bir onlarla gedim danışım. Bəli, onun bir qızı var, 4 yaşı töküldü aşağıda. Bəli, qızlar. Biz efirə çıxmaq istəmirəm, amma atamın arxasındayam, anama da mən baxıram, aparmağa gəlmişəm, heç utanmıram. Aydındır. Tamam, aydındır. Buyurun. Eşidirik sizi, xanım. Xanım, eşidirəm sizi. Xoşqədəm xanım, mən atamı aparıram evimə, anama da mən baxıram. Həmişə demişəm ki, gəl mən baxım, heç ara getmə, gəlmir, özü gəlmir. Anama da mən baxıram, gəlmişəm atamı da aparmağa, gəlsin gedək. Yox, getmirəm. Getmirsən? Getmirəm, yox. Sən getmirsənsə, mən də qoymaram ki, addımını buradan o tərəfə atasan. Sən mənim atamsan. Sağ ol, Allah. Atamsan. Atana Allah rəhmət olar. Mənim atamsan, qoyan da deyiləm. Xanımlar, atanız sizlə getmək istəmir. Yolunuz açıq olsun. Çıxın, gedin.
ata sizinlə getmək istəmir. O kişini mən bayaq da dedim sizə. Mən o kişini sizə vermərəm. Yaxşı olsa gedərdi. Kişi deyir ki, mən kürəkənə sığınmaqdansa dövlətə sığınaram. Düz deyir də, səhv deyir. Siz bu tərəfdə. Görək Rəşadın... Yüzünüz düşməyəcək deyirəm də, mən sizə deyirəm ki, yüzünüz düşməyəcək. Buyurun Anar bəy, gedin gətirin, gətirə bilirsiniz. Gətirmək, vallahi mən onun dostumuz getdi, mən gedib cəmaatı deyə bilmərəm. Mən bu kişiyə deyə bilərəm ki, bəli, qızımı qəbul edə. Mən o kişiyə deyə bilərəm, onun oğluna deyəm ki, bəli, bunlar yerində deyirlər. Həmin tərbiyəni ata o qıza da, oğluna da eyni vaxtı verir. Sadəcə o öyrənməyiblər, o yağış suyuna. Salam əleykim. Salam əleykim, xoş gördük qardaş, buyurun. Xoş gününüz gələk inşallah. Hardan zəng eləyirsiniz? Mən Nizami rayonundan zəng vururam. Nizami rayonundan zəng edirsiniz. Bəli, amma özüm belə Qərbi Azərbaycanlıyam. Qərbi Azərbaycandansınız, buyurun. Nə ilə bağlı zəng eləmişsiniz? Mən o kişidən yana, onun oğlu, mən evdə ona baxdım, gözümü yaşın nə mən, nə yoldaşım saxlayanmadı, elə ona görə yığdım. Eldar kişinin sahib çıxmaq istəyirsiniz Eldar kişiyə. Bəli, bəli. Eldar kişiyə de ki, bir nəfər zəng eləyib ona sahib çıxmaq istəyir, deyir, oğlu kimi baxacam. Öz də şəhid atası, şəhidimizin atasıdır. Bəli, bəli. De ki, bir şəhid atası zəng edib, deyir ona öz atam kimi sahib çıxıram. Bir dəqiqə gözləyək Şahin, bir dəqiqə gözləyək hələ. Mən danışıb sizi yığıram təkrar. Eşitmir, kişi eşitmir. Bir dənə danışıb bu dəqiqə sizi yığıram. Lütfən səbirli olun, sizi yığıram. Yox, yəni... Ay Ülker xanım. Mikrofonum... Buyurun, xoş geldin. Ülker xanım, gəlininiz uşağı aparıb Gürcüstana. Siz də gəlmişsiniz ki, Gürcüstandan Azərbaycan vətəndaşı olan nəvənizi geri gətirəsiniz. Düzdürmü? Düzdür. Mənə burada hər şey doğru mu danışdınız? Bəli. Oğlunuzun neçə ailəsi var? Birindən əvvəl boşanıb, indi bu ikinci Mikrofonu yaxın tutun və hündürdən danışın. İkinci ailəsidir. Bu qız onun ikinci ailəsi. Bəli. Bu ailə sizin oğlunuzu mu saxlayırmış? Deyir, pullar göndərirdik. Yox, o pulu qızına göndərib. Qızına niyə göndərsin? Qızını ərə verib. Qız özü deyirdi ki, mənə cehiz verməyiblər. O bibimin qızını da nənəsi saxlayıb, bunu da. Ona çoxlu cehiz veriblər, mənə verməyiblər. Ülker xanım, o birinci qadın ki var ha, birinci qadın oğlunuzun həyat yoldaşı. O uşaq, oradan uşaq var. Var, onun özünün ailəsi var, o qarışacağı yoxdur. Yox, qarışacağı yox. O uşaq sizin nəvənizdir. Bəli. Aliment verirsiniz. Bəli. Baxırsınız, görüşürsünüz. Bəli. Görüşmürük, amma alimentim verir. Gətir onu da verir. Niyə demirsə, o nəvələri niyə istəmirsən? Bu nəvəni istəyən kimi anadır. Deməli, indi uşağın təhsilindən narahatsınız, düzdürmü? Və barışlığı istəyirdiniz siz. Biz dalaşıb göndərməmişik onu. Toya gedib, toy bəhanəsi ilə gedib, özləri nə plan qurublar özlərində bilmirik. Gedib qayıtmayıb. Biz eşitmişik ki, qızı anası işə qoyub işləyir. Qız telefona gəlmədi. Gəlin qaynananı dinləyək. Deyir ki, mən telefona gəlməyim. Gəlin qaynananı dinləyək, qızlarla da danışıq edək, görək qaynana nələr deyir. Ülker xanım, nəvəm qaçırılıb Gürcüstana, bizdə aldadaraq plan qurulub, aparılıb və Gürcüstanda Qardabanidə yaşayır. Mən də ailə ilə görüşdüm. Uşağı geri gətirmək üçün nələr yaşandı? Gülxanımın Rəşadı gəldi mi? Rəşadın anası dünən sözü yarımçıq qalmışdı. Bağlayaq efirə, yoxsa izləyək, Şahin, izləyək. Ülker xanım nəvəsi ədalət üçün bizə müraciət edib, deyir ki, mən
aylardır ki nəvəmi görə bilmirəm. Gəlin nəvəmi bizdən ayırıb, qaçırıb Gürcüstana. Oradan da xəbər veribdi ki, bəs mən ayrılıram. Biz də həmən məsələ ilə bağlı hal-hazırda Qardabanidəyik. Marina xanım, mən belə başa düşdüm ki, siz Gülbaharın anasısınız. Gülbahar, xoş gördük. Bu da qızınız. Hə, Gülbahar odur, gəl bəri çıx. Ay Gülbahar, maşallah, neçə yaşın var? 24 oldu. 24 yaşın var, planı qəşəng qurmusan. Xeyr, mən plan qurmamışam. Qaynana deyir ki, qaynana deyir, nişan adı ilə, toy adı ilə oğlumu da götürüb, gedib Gürcüstana oğlumu yola salandan sonra deyibdi ki, dayı mən qayıtmıram. Mən yaşamaq üçün gəlmişəm. Sizə deyim ki, biz heç kim uşağını qaçırmamışıq. Azərbaycandan gəlməsinin səbəbi də o idi ki, qardaşına nişan eləyirdim. Ailəlikcə çağırdım, dedim, buyurun gəlin. Buraya qədər gəlin, buradan Azərbaycandan, Gürcüstandan dedim, Rusiyaya getmək xərciniz mənlikdir. Dedi ki, bizim işə görə əlaqələri dolaydı, gələ bilmirik. Mənə yeznəmə SMS yazdı ki, Marina xala dedi, əgər qızınla nəvəni istəyirsənsə də dedi, pul göndər, dedi, göndərim. Mən də dedim, nə qədər lazımdır, göndərim. Dedi, 50 manat. 125 manat Azərbaycan pul göndərdim. Daha gələndə də ki, mən o qızı özüm tanımadım. Pis gündə idi, gətirdiyi paltarların heç birini mən qəbul eləmədim. Mən zəng elədi ki, Marina xala, mənim uşağım arvadım göndər. Mən də dedim, ay bala, mənim bu dəqiqə imkanım yoxdur. Məndən telefon söndürəndə qıza zəng eləyib ki, mamamın telefonunda, qızın öz telefonu yoxdur. Sındırıblar, mən aldığım telefonu sındırıblar. Deyib ki, pasportun şəklini göndər, mən sənə bilet kəstirim, gəl. Bu da deyib ki, mən gəlmirəm. Çünki mən şiddət görürdüm mənim qızım. Mənim qızım bölmələrdə dəfələrcə orada əlindən ərzəsi var. Mart ayının 20-si günü, bayram günü mənim uşağımı içkili gəlib kəmərdən döymüşdü. Hər ayda Gülbahar mənə zəh vururdu ki, mama evdə kartuşka yoxdur, mama evdə soğan yoxdur, mama filan şeyim yoxdur, bəhmən şeyim yoxdur, mama mənə pul göndər. Bütün sənədlərim var, kağızlarım. Ən aşağısı maksimum $150, $100 pul gedir. Nişan adı ilə bura gətirdiniz. Siz bir plan qurmusunuz. Yox, Allah hamd olsun, plan zad qurmamışam, deyirəm, amma ona mən də dedim də, deyirəm, bunlar elə biləcək ki, bu oyundur. Onda belə çıxır ki, qız özü oradan plan... Dözüb, oturub hamısına ki, bir gün nətər olmasa, ya da mamamın yanına gedərəm, sən nətər deyəsən ki, anan ölsə səni buraxmıram. Nə olur, barışıq olur. Yox, qadın olun. Mən uşağımı bir daha ölüm üstə göndərmək istəmirəm, Xoşqanam xanım. Burası yetimxana deyil. Mən də anadır, mən də onun üstünə gəldim. Mənim də balam mənim üstümə gəlir. Mən balamı nətər ata bilərəm? Mən uşağımı ata bilmərəm. Mənim uşağım buradan getdi, xəstəlik tapmışdı. Mən sildim onu. Mən o zaman dedim, barışma, getmə, istəmirəm. Bir gün də eşidirəm səni ya padyezdən atıb, ya elə yerindən vurub öldürüb. Ondan da oynayacağım mən. Amma mənim qızım məni yenində çıxdı, getdi ki, amma mən atasız böyüdük, siz ayrılmısınız, mən istəmirəm mənim uşağım atasız böyüsün. Bir şans ver deyir Ülvi mənə, gəl deyir, barışaq deyir. Mənim qızım 5 il orada ərdədir, mənim qızım bir dəfə park üzü görməyib, restoran üzü görməyib, bulvara falan getsin, getməyib. 5 ildə bulvarı da. Allaha and olsun getməyib. Bax, Xoşqədəm xanım getməyib. Bu ana deyir ki, siz elə hər dəfə qız bura gələndə işə qoyun. Hər dəfəsində işə qoymuşam, belə gəlibdi. 10 gün, bu bizim burada Qardaban bağçası var, restoran var, eşitmiş olarsınız. O orada getdi, içərdə heç kim də görmürdü. Mənim qardaşımın oğlu 20 yaşındadır, o da orada ofisant işləyir. Bu da orada içərdə, heç kəs bunun üzünü görmürdü. Sadəcə gələn stəkanları makinaya doldururdu, makina yürüdü, çıxardı, yerənə yığdı raflara. Vəsə, bu qədər. Orada da 10 gün işlədi. İkinci dəfədə bu. İndi də gəlib 10 gün işə qoymuşam. Yəni indi Marina xanım, siz nə fikirləşirsiniz? Mən verməyəcəm qızıma. Uşağı da ki, məhkəməyə verəcəm. Məhkəmə yolundan, məhkəmə nə qərar verəcək, odur. Niyə qoyur işləməyə? Evizə lazım yanında köpək uşaqlar da. Qoymur gəl sabah günə deyəcək ki, işin apar burada. Mikrofon. Oğul evdən gəlin yola salmışam. İşin sahibi hanı? İşin sahibi. İşini qucaqlayır. Mən gəlmişəm, anasıyam, mən gəlmişəm. Sən neyinirik ki biz, oğul gəlsin də. Döyüb cəmatın balasını cidərgin salmış, indi gəlmişsiniz. Xanım, o bir əlinizdəki mikrofon danışıq üçündür. Xoşqədəm xanım, o döyülməkdə, o nə olurdusa yuyururdu polisə bəhanə ilə qaçmaqdan ötürü. O çox qaçıb evdən. Uşağı götürüb gedib, neçə dəfələrlə. Neçə idi gəliniz? Bizim başımıza Ülkər xanım, onun açmadığı oyunlar oldu. Ülkər xanım, 5 ildir. 5 ildə bu qaçmadı. Nə yaxşı bu 6-cı ildə qaçdı. Necə? Bu 5 ildə qaça bilərdi də. İlişləri fevral ayında anası gəldi onu, götürdü, apardı. Getdi 6 ay bizə vermədi. Apardı 5 ayda Türkiyədə saxladı. Bax bu. Həmin qızı göstərmədi bizə. İndi gəlinin nə deyir? Amma Gül xanım, qaynananın sözü yarımçıq qalıb sənə. Mikrofon ver Eldəniz.
Mənim qaynanam deyil əvvəlası, xoş gedin xanım. Yəni Dünən də onsuz o deyibdi, dünən o sözləri deyib mənə, dünənki o sözləri. Qoy, nə deyir, mən də cavabını... Rəşadla bağlı hansı sirləri ki saxlayırsan sən? Niyə saxlayırsan? Yox, istəmirəm, demirəm. Amma ki, və bir şey deyim ki, xoş gedin xanım, bir söz deyim. O kişilərə ki, ayıb olsun ki, öz namusunu, öz ailəsini qoruyan, bacısının namusunu qoruyan, hansı bir qadını aldadıb, ələ salıb, onun namusu ilə, bu kişilik deyil. Rəşadın ki, heç nə, sadəcə Allaha həvalə edirəm mən onu. Aydındır, indi görək Rəşad gələcəkmi, biraz sonra biləcəksiniz, amma Ülker xanımın gəlini son sözü dedi. Barışıq olacaqmı və uşağın taleyi necə olacaq? Qısa bir aradan sonra. Eldar kişinin ikinci sujeti dinləyəcək, Ülker xanımın gəlini danışacaqdı. Amma yəni Ülker xanım, həqiqətən mən oğlunuzu burada görmək istərdim. Mikrofon. Gəlmək istəmir. Niyə gəlmək istəmir? Uşaq uğrunda mücadilə etmir. Nə bilim, istəmir. Öncə də uşağı var idi. Bura qatmayaq da, nə olar? Uşaq. Söhbəti bura qatmayaq. Ay xanım, uşaq mən onu müzakirə eləməyə gəlmirəm. Onu bura qatmayaq da. Onun özünün ailəsi var uşaq. Onu bura qatmayaq. Yox xanım, ailə o uşaq deyil də. Uşaq ayrıdır. Ailə hamı gedir ayrı. Onu bura qatmayaq. Mübarizə aparaydın da. Apar ki, ilə görmək istəyirəm, onu da istə. Şikayət eləməmişəm. Mən evimin içindəkindən şikayət eləmişəm. Evin içindeydi də o vaxtı, nə bilim oldu. Döyməyərdi, incitməyərdi, qaçmayardı. Mənə elə gəlir başqa məqamlar var. Yoxsa neyinir ki bu qız üçün belə? Xanım, başqa məqam sizə qurban olun, nə ola bilər? Bir gəlin başqa yerdən durub gəlin gəlib. Bunun nazını çəkməlisən, əziz deməlisən, sığallamalısan ki, ən azından sənin adət və ənənə və ev və şərait və uyğunlaşsın da. Uyğunlaşmır da, uyğunlaşmır. Uyğunlaşdıra bilmirik, uyğunlaşmır. Qaçır gedir, uyğunlaşdıra bilmirik. Gedib getsin, uşağı versin. Yəni, uşağı sən doğru dünyaya gətirmişsən. O gətirib, bəzi Gürcistandan gətirib onda uşağı. Əlbəttə, özü dünyaya gətirib, özü də gedəndə aparıb da. Sabah 24 yaşı var, ailə quracaq, o uşaq da gedəcək, o bir uşaqlar kimi, onun da həyatı elə pis olacaq. Mən nəyəsə o birisi haqqında fikirləşmirsiniz, bunun haqqında fikirlər, o da sizin oğlunuzun belindən gəlib, bu da. Düzgün yanaşma deyil, siz böyük kimi bir düzgün... Eldar kişinin qızları gəlirmi? Atacan, bircə saniyə. Görək Ülker xanımın gəlini nə deyəcəkdir? Mən bilmirəm kim haqlıdır ya haqsız. Atacan, gəl bura, bir dəqiqə gözləyin. Bir dəqiqə. Gəl bura. Gəl. Qızındır, amma maskalı çıxıb. Etməyə gəlməmişim. Gəlmişim ki, xoş gəlin xanıma, müraciət edirəm ki, məni qocalar evinə göndərəsən. Vəssalam. Mən də istəmirəm, anama baxıram, sənə də baxmağa hazıram. Deyir, anama baxıram, sənə də baxacam. Mən vallahi getmərəm. Yox, gedək. Qoymuram səni, valla. Aparacam. Mən sizə getmərəm. Sadıq buna. Gedək, valla özüm də ayağımdan 3-cü qrupa Baxmaq istəyir, deyir, özüm baxacam atama. Get, hələ gələcəm. İcazənizlə gələcəm. Deyir, gedim qocalar evinə yerləşim, arada da sizə gələrəm. Gələcəm. İlhamə də gəlibdir, deyir, gedək. İlhamə də gəlib. Gəlib yaxşı, gəlib gedin. Mən 5-ci gün icazənizlə gələcəm, alasım var, yasım var. Onu da verib gələcəm. Borcum, xarcım var orada.
Borçlarını verib qayıdacaqsan. Hə. Sonra gələrsən, gedək gələrsən. Yox, hələ indi yox. 5-ci gün gələcəm, 5-ci gün. 5-ci gün axşam icazə alıb gələcəm. Gedin. Hə. Mən kişini zorla göndərə bilmərəm. 5-ci gün icazə alıb gələcəm. Yox, sən gedək. Yox, indi 5-ci gün dedim icazə alıb gələcəm. Çıxarlıq idi. Qız yalvarır orada, abru falan şey çıxarlıq idi. Allah evi tutsun sən. Deyirəm 5-ci gün icazə alıb da Vaxtım çox gələcəm. azdır. Mən Hə. efiri Qayıdıb sizin gələcəm. müzakirəniz... Yox, biz getmək istəmir. Zorla apara bilməzsiniz. Keç otur 5-ci Eldar. gün gələcəm. Geç. 5-ci gün gələcək. Gedin. Geç, 5-ci gün gələcəm. Anasın baylasın. Kızım gitme kızım. Gitme. O sana atan gitme. İndi getməyəcəm deyirəm. 5-ci gün. Xanım, indi mən 5-ci gün verilişin gələcəm. vaxtını alırsınız. Digər 5-ci gün talelər var. axşam Poezlə gələcəm. 5-ci gün gedin siz. Gedin. Hə, git. Deyirəm ki, ay İslam kişi, Eldar kişi xoşbəxt adamdır. Yenə qızları gəlir. Heç sizin adınızı tutan da yoxdur. Kızlar Nareliski'de. Nə olsun? Burada da gede oğlan o gelmez o bilirim o gelmez. Siz tamamen qaldınız belə. mən- Bir uşağın belə sahib çıxmır. Ona göre derim beni vaktinde gönder. Vaktinde gönder. Kocalar evine vaktinde gönder. Tez gönder. Bana yetsan yoksa bir şey. Deyirəm, zaman verirəm ki, bəlkə insafa gəldilər də. Ya yok ola gelse de haber şeydi haber şeydi. Deyirəm, bəlkə oğlun vicdanı oyandı. Vicdanı Bəlkə oyanmaz. uşaqlarının vicdanı tərpəndi. Onların vicdanı uyanmaz. Uyansa da beni öldürmeye yaparlar. Öldürməyə. Onlar öldürmeye yaparlar. Ona yaparlar. Hoş geldin hanım. Neçə uşağı var bu kişinin? Neçə uşağı var deyir? 3. 3, 2. Üçü də səndən üz döndərib, elədir mi? İkisi döndürür, biri yok. Bəs birinin evinə niyə getmirsən? Ha? Niyə Niyə o getmirsən birinin onun evinə? Rusiyada. O Nariski'de, Rusya. Bildim, lap deyək ki, Amerikada. Bunun nə dəxli var? Sən atasan axı. Dua aparmadın, o var. Və yox, ikisi də sənə baxmır. Niyə? Ben ona dedim, Bəlkə sən dedim. özün yerində dölsən ata kimi. Dedim, Bir dəqiqə, aparmadı. bəlkə sən ata kimi yerində dölsən. Anar bəy. Bəlkə də bu yerindədir. Biri sevməz, iki Bəlkə də sevməz, deyil. üçü. O Amerikadadır. Üzüyüm sağlığımla, sakitliyimlə istifadə elədilər. Ola bilər övladına qarşı aqressiv də ola bilər, səhvi də ola bilər, amma övladlar çıxıb ortalığa atasına sahib çıxmalıdır. Yox, yerində döl. Çünki ata Yerində tərbiyə deyil verir. deyəndə Elə döl. Deməli yerində deyil. müəllim kimi yaxşı kişi olub, yaxşı yetirmələr də var, amma övlad laqayı çıxırsa, övlad məsələn nankör çıxırsa, bu yazıq kişi nə eləməlidir? Bu zatlarda oturub deyib, zatlar, nə dünyanın qırağında. Gəlsin atasına bir yer tutsun da, bundan gözəl imtihan, bundan o tərəfəsi var, qarada o tərəfədən var vapşı. Bu nə deməkdir? Gəlib oturub orada filan şey. Qız da gördün, xoş gələm xanım, çox zəif qızdır. Gördün gəldi dedi, sizin dediyinizlə qardaşı çıxıb getdi. Vəssalam. O qızlar... Bəli. Bilirsiniz necədir? İslam kişi, sənin məsələni həll etmək lazımdır artıq. Çünki o uşaqlardan sənə sahib çıxan yoxdur. Burada Gədəbəydən yenə bir xanım var. Tataristanda yaşayırdı. Bəli. Ər uşaqları əlindən alıb, ikisinə də deməli etibarnamə vermir. Yazıq bu qadın qalıb belə. Bəli, Tataristanda qovub gəlmişəm. Orada məhkəmə prosesi getdi. Məhkəmə 2 uşağı mənə verir. Biraz hündürdən danış. Heç Gədəbəyli səsi deyil bu. Gədəbəylinin səsi gələndə dağlarda echo verir. Məhkəmə qərarı ilə 2 uşaq mənə verilib Tataristan Respublikasında. Böyük uşaq atası ilə qalıb və o 2 uşağı da yenə stop qoydurub bər keçirtməyə icazə vermir. O oğlan da mı Gədəbəylidir? Bəli, Adı qonşu nədir onun? kənddəndir, Rizvan. Hansı kənddən? Qonşu kənddən idik, yəni. Kəndin adını de. Böyük Qaramrad. Vallahi baxırsa bir qoşulsun görək bu uşaqları niyə alır bu? Nədir bunların dərdi? Bu uşaqlara niyə zülm verirsiniz? İndi Ülkər xanımı çoxu belə qınaya bilər. Düzdür, sözün açığı mən Ülkər xanımı nənə kimi dəstəkləyirəm. Balası, nəvəsi üçün. Amma oğlunu dəstəkləmirəm. Mənə görə mübarizəni necə Aynur gəlib uşağı üçün burada aparır, mənim uşağımı alın verin deyir. O oğlan da gəlib burada oturub belə yerlərə çırpmalıdır özümü ki, məni aldadıb qadın aparıb uşağı Gürcüstana. Nənə niyə gəlməlidir?
Ülker xanım niyə nəvə hayında olmalıdır? Oğul hardadır? Deməli oğlun bir səhvi var. İzləyək Yoxdur, xanım. səbəbləri var. Səbəbləri nədir səbəb? Səbəb odur ki, birinci gündən o gəlinin əlində telefon tutdu oğlum, ondan sonra da bu söhbətlər oldu. Onun qaçmaq barəsi də, telefonların dəfələrlə gəlinin özü sındırmağının da. Əziz Ülker xanım, telefon o, bu uşaq məsələsinə aidiyyatı yoxdur. Görə onu həmişə məsələsində, məsələ ona görə də sizin oğlunuz uşaq üçün burada olmalıydı, izləyək. Biz evlənəli, uşaq dünyaya gələnə qədər yaxşı idi. Uşaqdan sonra hər dəfə qırğın, dava, söz, söhbət olub. Neyin üstündə düşürdü bu söz, söhbət? Onun məndən başqa həyatında başqası da var idi. Tutmuşam, ikinci telefonunda da gördüm. Mənim oğlum hələ 1 yaşındaydı, başqa qadına görə məni boğub öldürürdü gecə. Boğdu, əlində özündən getdim, ondan sonra buraxdı. Mənim başımın yarısı işləmir, dumbuzla vurmaqdan. Mənim qulağımın birini eşitmir, yumruqdan, şapalaqdan vurmaqdan. Niyə vururdu səni? Hər şey üstündə. Anam pul göndərirdi, mən gedib gəlirdi ki, anana deyir ki, mənə 6000 manat göndərsin. Deyirəm, hardan alsın, sənəmə girsin, deyir, borca girsin. Uşaq ac qalmasın deyə zəng edirdim, amma mənə pul göndər, yoxdur, imkanım yoxdur. Hər şeyi anam eləyirdi. Xəstəlik tapdım, xəstəlik oldu, bədənim yara döyüşdü. Anama zəng elədilər ki, pul göndər, qızını xəstəxanaya aparaq. Bunlara rağmen dözürdü. Mən uşağıma görə dözdüm, dedim, bəlkə yaxşı olacaq, yaxşı olacaq. Qaynanam yalandan oradan danışır, amma qaynanam çox belə şeydir. Mən hər il, bizim hər il evimizdə dava olub, biz ayrıldık. Amma imkan vermirlər, elə uşağıma görə dözüb. Bəlkə bir pis vərdişləri var, bəlkə pulu ona görə istəyirmiş. İçir, çox içir. Mən dəyərim bu qədərdir. Kəmərlə döyüləcəm, mən heyvan deyiləm ki, mən kəmərlə döyülsəz. İşləyirmi oğlum? Vallahi şirkətdə işləyirdi. O zamanlar bir qadınla yaşayırmış. 3 dənə uşağı olan bir qadınla. Mən bunu tutdum. Sən niyə o xanıma yazmısan? Yaxşı eləmişəm, yazmışam. Mənim uşağım daha 1 yaşında deyil. Sən mənə xəyanət edirsən. Niyə yazmayım ki? Onun üstündə məni döydü, boğdu, əlində özündən getdim gecə. Sonra mənim döyə-döyə qızımı apardı, getdi. Lambarda həmən günü də həmən xanım gül buketlərini profillə statusuna qoymuşdu mənim acığıma. Aparıb sənin qızılını lambarda qoyub ona gül alıb. Ona hədiyyə alıb, onu gəzməyə aparıb. Gecə saatın 3 idi, nə idi, içkili gəlmişdi. Onun üstündə dava düşdü, məni döydü. Anasına dediyim gün, sabahsı gün məni döydürdü anası ki, telefon qırılsın, içindəki şəkilləri yox olsun. Qızın şəkil, xanımın şəkilinə qədər, nömrəsinə qədər hamısı var idi onun içində. Qızılları qaytarmadılar mı? Yoxdur qızlar. Bəlkə həyat yoldaşının bir pis vərdişi var. Qumar oynayır. Telefon üstündən qumar oynayır. Anası bilirdi bunu. İndi qaynanan deyir ki, oğlunla gəlinim barışsın. Xeyr, mən barışmaq istəmirəm. Mən də atasız olmuşam. Atam qoyub çıxıb Rusiyaya. O atasız olmasın dedim. Amma çox olmur xəşkədəm xanım, nə qədər dözülmək olar. Bir qadının başına dumbuzla döyərlər. Mənim kürəyimə, omurğa sümüyümə vurur dumbuzla. Mənim uşağıma belə şiddət göstərir, əsəbləşəndə. Uşaq səs salmasın, uşaq qışqırmasın, uşağı döyürdü. Uşağı 2 dəfə elə döydü, şunurla vurdu. Mənim ürəyim parçalandı, mən əlindən alamırdım. Öz qorxum məncə mənə nəsə edəcək. Uşağı döydü, uşaq qorxusundan altına şey oldu. Son sözün nədir? Mən boşanmaq istəyirəm. Ata ilə uşağın görüşün necə? Mən göstərirdim. Mən ona da dedim ki, Ülvi bax, uşağının danış, mən səndən pisliyi istəmirəm. Sən onun atasısan, istədiyin vaxtda görərsən, aparıb saxlayarsan da, mən də saxlayaram, sən də görərsən. Qaynanana nə demək istəyirsən? Qaynanam, mən ona haqqımı heç vaxt halal eləmirəm. Nə ona, nə də oğluna. Heç vaxt onları bağışlamayacağam. Mənim indi həyatım pisdir, yaxşı şükür Allah, öz ayağımın üstündə dururam. Uşağımı da həkimə möhtac deyil. İşləyəcəm, baxacam, həm oxuyacam, həm hər şey eləyəcəm onun üçün.
Bəli, bu sizin gəlininizin dedikləri idi. Danışdıqları doğrudurmu Ülker xanım? Hamısını yalan mı? Mikrofon. Yalan danışır. Bir dəfə də getdi 6 aydan sonra zəng elədi ki, Ülvi qalmışam ortalıqda uşaqla. Bu qız yalandan Nə bağlı. anası da çıxdı getdi Almaniyaya, baxan yox idi. Gəl məni apar. 3 günün içində Ülvi onun biletini aldı, Azərbaycana gətirdi. Onlar bir gündə idilər ki, o uşağın kiri mən masalkı ilə yuvub təmizləmişəm. Allah and olsun. Mən nətər o mənim evi dolandırır ki, mən 600 manata kirayə evdə qalıram və mən nə? Bizim kazancımız hanı be? O mu verir? Ülker xanım düz deyir, o gəlin şər böhtan atır. Ay, Yalan danışır, bu boydan Hardan bilirsin? Bu qədər söyülmüşdür. Niyə bir dəfə polisə müraciət edəməyir? Eləyib. Dəfələrlə polisə Yalan müraciət danışır. edib. Xanım deyir ki, mən döymüşdü, sonra deyir, xanımın deyir, profilində gördüm ki, gül çiçək qoyulub. O xanım sənin önündə nə gəzir? Ay qardaş, bir Tanış xanım olub da. Yalan danışır. Bu dəqiqə ana deyir ki, ayın 20'si günü Yasamal rayon polis bölməsinə qız Dəfələrlə gətirdi. Siz də deyirsiniz ki, verməyib şikayət. O bəstirin də, nə istəyirsən bu Döyülüb boşanardı da. Ramal bəy boşanma qoymayıblar da. Necə yəni qoymayıb? Bıraxmayıblar da. İndi gedib də boşanmağa. Xeyr. Əl çəkində. Gedib boşanır, əl çəkində. O nəvəsini istəyir, Zülfiyə xanım. Bu qadın nəvəsini istəyir. Nəvənin anası ölüb bəyə. Baxmır axı, baxmır, uşağa da baxmır. Ata ölübdür, Zülfiyə xanım. Əsas anadır. Ana əgər baxa bilirsə, anada qalır. Gedər ata da görüşər gələr. Nənə baxıb da. Xoş gələm xanım. Ay xanım, ay gözəl xanım, mikrofon danışıq üçündür. Danışır da gəlir. Xoş gələm xanım. Siz gəlini Böhtan danışır. xaricdən gətirmişsiniz, əlindən də telefonunu Bu almışsınız. gəlinlər gedib köhnə bazara təzə nıq niyə qoyurlar yaxşı? Niyə? Gəlinlər Yox, təzə nıq təzə gəlinlər getsinlər, abırdan başda oturublar, deyirlər ki, biz getdiyimiz yer qaynına bizə xidmət eləməlidir. Niyə? Nə üçün? Niyə atası imtina eləyib o qızdan? Nənəsi imtina eləyib o qızdan. Niyə imtina eləyib? Eləyib ki, o sözünə baxmırlar. Deyir, niyə ailəni dağıdıb gəlib burada yalandan danışıb otururlar? Deyir, Anan dağıdıb deyir, evindir. Nələr deyir ki, ölsünlər, elə orada qalsınlar. Ana, halal Yəni olsun indi anasına. gəlininiz deyir ki, mənim həyat yoldaşım uşağı görmək istəyirsəm, mən anayam. Gələ bilər Gürcüstana, istəsə gəlib burada da yaşaya bilər. Niyə Gürcüstan? Mənim vətənimə nə olub ki? Qaynanası deyir ki, oğlumu, mən uşağı üstümə götürəcəm deyir. Mən deyir, məktəbə qoyacam. Niyə? Mən nənə döyürəm. O sizin atanın ixtiyarı yoxdur uşağa baxmağa. Qız gəlin danışanda qulaq astı. Yalan danışır. Heyvan kimi Valla heç kimə qismət elə. Onun anasına da Alo, salam əleyküm. Belə gəl. Mənə elə qismət olsun. O bir anadır. Bax, Aynur oturub orada, uşaq ananın yanında olmalıdır. Mən demirəm, birinci ailələr dağılmasın ki, ata ananın yanında. Amma uşaqdan ayrılıq söhbəti olarsa, əgər əxlaqında, psixoloji durumunda problem varsa, o uşaq alınmalıdır. Siz var idi, vaxtında alaydınız. Mən tanımırdım. Telefonda nəsə tutduğun qadını Gürcüstana etibarnamə verib yola salmazdın. Uşağı da götürür gedir axı. Gedir verir polisə, Xeyr. alır uşağı verir. Xeyr, elə bir şey yox Oğlum da idi. qalır çarəsiz. Aynurun haqqıdır bugün uşağı üçün burada mücadilədədir. Gəl bura Aynur. Gəl bura. Qadına mincir şərxata Mən yaptı. atmıram, niyə şər atıram ki? Olanı deyir, Ülker mən xanım, oğluma şər ata bilirim. o uşağı Mən şər istəyirsinizsə, atmıram. Mən faktı danışıram. Ülker xanım, o uşağı istəyirsinizsə, oğlunuzu da götürəcəksiniz, bura gələcəksiniz. Mübarizəni oğlunuzla aparacaq. Zəngilində efirə qoşunda oğlumu. Oğlunuzu efirə qoşmayacağım. Oğlunuzu çağırıram studiyaya, bərabər birlikdə mübarizə aparırıq. Aynur, sənin də uşağın əlindən alıblar, eləmi? Xoşqədəm xanım. Kim alıb əlindən? Yoldaşım. Yoldaşın alıb. Niyə alıbdı qızım? Mən döyürdü. Döyürdü, Söyürdü hər gün. Bəli. Sən də məcbur oldun, gecə onu qoydun və uşağı da aldın, qaçdın. Düzdürmü? Düzdür. Düzdür. Bağla görüm onun qaynatasın. Bir saniyə, bircə dəqiqə. Bir saniyə. Yəni, bilirsiniz necədir? Ana əgər əxlaq və psixoloji durumu yerindədirsə, o uşağı kimsə onun əlindən ala bilməz. Ananın çox da gözəl şəraiti də var. Anası yanında baxır. Bəli, ana imtina eləyirsə, Gülxanım apardı, üç uşağını verdi, belə deyək, bayrama ki, bax. Onu da alırlar. Onu da alırlar. Salam əleyküm.
Salam aleyküm. Xoşgədəm xanım Səni Axtarıram proqramından sizə zəng edir. Lap yaxşı eləyir. Ay ata, qaynatasınız Ay da can. siz. Eşidirəm. Bu Aynurun uşağını bir ananı baladan necə ayırmısınız? Bu necə insafdır? Birincisi, mən dünən də dedim sizə o sözü. Bəli, deyil. Birincisi ona sual verin ki, uşağı kim alıb əlindən? Deyir uşağı məni döyürdülər, gecə qoydum, çıxdım, getdim. Gecə gedib, Və nə vaxt gedib? saat 3'ə işləmiş gün orta. İstər 3'ə işləmiş getsin ata, istər saat 5'ə işləmiş getsin də. Yəni bu canını götürüb gedib. Aha, bunu bildik. Bunu bildik. Ben yaxşı. Bu sözüme bu cevap verdim. 3 oldu, gece oldu, gündüz oldu. Dəxli yoktu. Ona deyirsiniz ki benim kapımdan neyle gedib 2 günden sonra hardan tapılıb? Kimin yanından tapılıb? Xoşqədəm xanım, olar bir dənə qaynatma sual verim. Bəli, ver. Hansı bir qaynata? Qısa bir ara. Söhbət çox ağırdır əziz tamaşaçılar. Çox ağırdır. Sənin mesajını mənə göndəribdilər, ver mənə. Sənə ona görə sual verdim ki, sən o yazanda nə yazmışdın ki, səni telefonu alıb o sözləri yazdılar. Gəl bura, sən gəl. Sən də gəl bura. Hə, dünən. Bu dəyəndə bu sənindir qızım. Ay. Yox, bu sən. Bax, bunu sən yazmısan. Sənin yazdığını mənə göndərib. Bu nə yazmış? Yox, mən o nömrə kimindir? Nömrə kimindir? Sənin yazdığını mənə göndərib də. Ailə mənə göndəribdir ki, dünənləri başqasının o Aynurun telefonundan onu göndərmirsən. Yox, bu Aynurun nömrəsi deyil axı. Nömrəyə bax, mən mesaja bax, mesaja. Onu, Hə. dedilər ki, o söyləyəndən sonra mən onu demişəm. Bax. Aynur, hanı sənin telefonun? Yox, bunu söyləyiblər də, təhqir O ediblər, telefondadır mı? cavab verir. Gətirin o Aynurun telefonunu. Niyə sildiniz? Ona yazmaqda yazırsan? Elə yazmamışam, mən. Nətər yazmamısan, oxumuram. Mən yazdım ki, məni yığın. Ya məni yığ, yox, yazdım ki, Rəşad, bu başqasının nömrəsidir. Bu nömrə ilə məni yığ. Yığmayanda adam elə yazırlar. Xoşqədəm xanım, qulaq as. Sonra da nömrəni siz... Allah qarşına deyəcəkdim belə. Nömrəni siz... Niyə demirəmiz? Niyə deməlisən? Rəşadın vaxtı Bəs çevirdin burada, nə oldu? Çıxarsaydım, eləmirəm, mən proses istəmirəm. Eləmirsən. Hamı da səni günahkar bilir. Böyüdükcə böyüyür məsələ. Sən demirsən, elə bilirlər ki, Mənə gəlsin bura. Gəlsin də bura Kimdə? özü, gəlsin bura. Kimdə axı o? Özü demir, niyə görə belə bura? Niyə görə 2 ay gəlib mənə baxmalıdır, yeməyimi də verməlidir, evimi də pulunu verməlidir. Anası... Yaxşı, aydındır. Gül xanım Rəşadı çağırmışdı və onun üçün növbəti bir sürpriz. Sürpriz, Aynur, qaynatan deyir ki, məni gözləsin efirdə, sabah gəlirəm onunla görüşəm. Mikrofonu götür. Dedi, indi bizim əməkdaşlarımıza dedi, hə Samirə? Görüşüb, dedi, sabah gəlirəm efirədə qaynatasın. Vəssalam. Yəni, onunla üzləşməyə hazırsan. Hazıram. Amma bütün hallarda heç bir qaynatanın, qaynananın ixtiyarı yoxdur ki, nə atadan, nə də anadan uşağı ayırsın. Yoxdur, bu yeni qaydalar qoymuşsunuz. Qaynana deyir, uşaq mənimdir, qaynata deyir, mənimdir. Siz kimsiz ümumiyyətlə? Yox, icazə versələr, onlar öz həyatını yaşayarlar, qarışırlar. Yox, ələ gedəndə qaynatası, Deyir ki, qaynası mən oğlanlara bu- gedirlər, sonra deyilə belə. Bu qaynanıya deyirəm ki, sən başqa ölkədə gəlin gətirmisən, o biraz əsir gəlməmiş deyə oğlun döyüb, telefonunu alıb, nə bilim işgəncələr vermişsin. Bircə də onun oğlunu dəvət elədim, Zülfiyə xanım, müzakirə eləmək istəmirəm, onun oğlunu. Burada mübarizədə necə Aynur öz balası üçün burada mübarizədədir, Ülkər xanım da oğlu üçün burada hansısa sözü eşitməyəcək. Oğul, ata uşağını istəyirsə bura gəlsin. Sponsorlarımıza təşəkkür edirəm.
Bir markete teşekkür ederim. Şok cümə kampaniyasına start verilir. 80%'e kadar indirimler var bütün məhsullarda, smartfonlarda, məişət texnikası, ev təmizliği, gözəllik məhsulları, üstəlik indirimli qiymətlere istediğiniz məhsulu 12 ay faizsiz, komissiyasız, ilkin ödənişsiz kreditle alabilirsiniz. Qeyd edim ki, şok cümə dövründə alışveriş edəndə avtomatik olarak bir market loteriyasına da qoşulursunuz ki, Sibirist'ten bahalı məhsullar ve yüzlerle hediye kazanabilirsiniz. Xüsusi sponsorumuz Medera Hospitalına teşekkür ederim. Nevrologumuz Sevinç Məmmədova Medera Hospitalındadır. Türkiye'nin en meşhur klinikalarında çalışıp ve hal-hazırda Azerbaycan'dadır. Baş ağrı, migren, epilepsiya, gıcı olma, aynı zamanda panik atak, migren gibi problemleriniz varsa 055 754 1166'ya zəng edin ve mədə, bağırsağında problemi olanlar Ramin Bağırov Medera Hospitalındadır. 099 363 26 46 əlaqə nömrəsidir. Oftalmologumuz Cahit Şahbazova teşekkür ederim. Əziz Naxçıvan, vaxta çox az qalıbdı. 6 dekabrda Cahit Şahbazovla birlikte Naxçıvandayım. İcbari sığortayla əməliyyatlar ediləcək. Qeydiyyatdan keçin. 058 15 15 əlaqə nömrəsidir. Zob doktorumuz Xəqani Həsənova teşekkür ederim. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər həftənin 5 günü Bakı, 6 dekabr Şəki, 12 dekabr Salyan, 21 dekabr Bərdədə olacaq. 056 303 81 82 əlaqə nömrəsidir. Urolog andrologumuz Bəxtiyar Hüseynova teşekkür ederim. Uroloji androloji problemlər, böyrək daşı əməliyyatı istəyənlər icbari sığortayla doktorumuz bu əməliyyatlar edir. 055 694 40 50 əlaqə nömrəsidir. Lor cərrahımız Leyla Zülfüqarova uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatları, plastik burun əməliyyatı istəyənlər 058 36 36 36'ya zəng edin və 7 dekabrda endoskopik aparatla Naxçıvana gəlir. West Medical mərkəzə təşəkkür edirəm. Gəncədə deməli fəaliyyət göstərir. Bakıya gəlməyə ehtiyac yoxdur. Bütün sahələr üzrə həkim var. Eyni zamanda mədə, bağırsaq problemi olanlar Qoşqar Məhərrəmova müraciət edə bilərlər. 055 643 deməli 36 24 əlaqə nömrəsidir. Həkim kosmetologumuz Nigar Sultanovaya təşəkkür edirəm. Gözəlləşmək istəyən xanımlar 051 444 0017'ye zəng edin. 6 dekabrda da Naxçıvandadır. Referans Medikal Qrupa təşəkkür edirəm. Qeyd edeyim ki, bütün sahələr üzrə doktorlarımız var. O cümlədən kök hüceyrə uzmanımız Aytən Əliyevanın yanında uşaq beyin iflici, autizm, oynaq ağrılarına uğurla yox deyə bilərsiniz. 077 502 0033 əlaqə nömrəsidir. Bafuriya təşəkkür etmək istəyirəm. Yeni nəsil paltar yuyan kapsul 4 özellik bir kapsuldadır. Hiçbir zaman yuyucu toz bölmesine koymursunuz. Kapsulları paltarları üzerine koyursunuz ve möhtəşəmdir. Bugünkü geyimime göre Türkan Qadın Geyimləri Dükanına teşekkür ederim. Əziz xanımlarımız bir-birindən gözəl geyimləri Türkan Qadın Geyimləri Dükanından əldə edə bilərsiniz. Ama benim bir teşekkürüm de var. Onlara xüsusi teşekkür edeceğim. Bizim o güzel evimizi 166'nın bağban ve sanitariya deməli, həm məkanların sanitariyası, həm də həyat və bağlar üçün geniş bir xidmət növü var ki, burada da xüsusi paket təqdim edir. Virus və bakteriyalara qarşı dezinfeksiya, hər növ həşərata qarşı dezinfeksiyadır. Gəmiricilərə qarşı, sürünənlər üçün xüsusi dərmanlarla sanitariya xidmətlərinin əsasını təşkil edir. İstəyirəm ki, ona təşəkkür edim. Mənimlə daim əməkdaşlıq edib. Hamımızın sevimlisi İğdə parfüm var. Mən onun bugün sahibinin doğum günüdür. Anar bəyin doğum günüdür. Mən Anar bəyi təbrik edirəm. Ona sağlamlıq, huzur diləyirəm və arzu edirəm ki, Azərbaycanımız üçün gözəl işlər görməkdə davam etsin. Öz məhsullarımızı bax bu şəkildə yaradıb, sevdirib, dünyaya tanıtsın. Bunu verirəm sizin xanıma. Bunu verirəm xanıma. Bu bizim Bafuri'dir. Yaponiyadan gətirilir Azərbaycana. Bu bir pulsuz aksiyadır və bilir hamı tamaşaçılar. Bugünkü Bafuri'nin pulsuz aksiyasında sizi seçdim, xanımı seçdim. Necə tab gətirirsiniz Anar Vəziroğlu'ya bilmirəm. Nə danışırsan? Verin görün bircə dəqiqə bir tərəfdə dayanıbdır. Gülxanımla bağlı Rəşad bəyin anası üzr istəyirəm. Telefon xəttində olmalıdır, amma bircə saniyə gözləyin.
Digər tərəfdə Gürcüstandan Ülkər xanımın qudası telefon xəttindədir. Şokdadır bu dəqiqə. Nə olub ay xanım? Bilmirdin ki, Axşamınız xeyir. Axşamınız xeyir. Axşamınız xeyir. Axşamınız xeyir. Sizdən üzr istəyirəm. Orada oturan hər kəsdən üzr istəyirəm. Ayıbdır, evinizdə danışdığınız kimi milyonların qarşısında danışmayın. Etika. Buyurun. 18 yaşında deyil mənim qızım onun oğluna nişanlandıranda. Mənim xəbərim yox imiş ki, onun oğlu arvad boş şifələ bir uşağı var, aliment verir. Utanmır o. Necə, sizin xəbəriniz yox idi ki, sizin kürəkəniniz yoxdur. Qızın da xəbəri yoxdur. Heç kimin, heç ailəmin, bu dəqiqə mənim telefonum susmur. Bizə baxan qovum, əqrəbə, millət, hamı zəng gelib mənə tüpürür ki, sən qızın... Ben görün mikrofonu, ay xanım. Ay, şokdayam mən, ay xanım, bunu necə gizlətmişsiniz? Mikrofon. Bilmir. Olmaz. Necə bilmirəm, bəs siz o... Bir dənə BBC bilirdi, BBC də dedi ki, demə. Belə Qoymadı. yalanla yola çıxmaq olar bir ailə. Yalanla yola çıxmaq olar mı? Dedilər deməyin də, demə, biz də demədik. Siz 18 yaşında qız alıb gətirirsiniz. Yalandan demirsiniz. Bəs belə şey olar mı? Mənə də deyir ki, sənə elə bir gəlin qisməm. Qurban olum mən birincisi gəlinimə, ikincisi də o gəlin pisdir Bir dəqiqə, ay Zülfiyə xanım, buyur. Hə. Demək ki, mən burada uşağıma çörək pulu göndərirəm. O uşaq ağlayırdı, mən acam. Ay mama pul göndər, ay mama paltarmam. Onun dişlərinə qədər 700 manat mən göndərdim, dişlərinə qədər mən düzəltdirmişəm. Demək ki, mən göndərdiyim pulları o uşağıma aliment verir. Yalan danışır, vallahi yalanlar. Qayıtsı. Açıb deyərdin də əvvəldən ki, mənim oğlum evli olur, uşağım var. Qoymadın mənə. Deyir, BBC qoymayıb da. Ay xanım, Ülkər xanım deyir ki, BBC dedi ki, bildirmə. Mən dedim, deyək. Siz gəldiniz, Yaxşı, bir dəqiqə, bir saniyə. Ay xanım, yaxşı, tamam, bunlar gizlədib. Bəs siz bir qız anası olaraq, niyə görə bunların 7 arxa dönənini, soyunu, kökünü araşdırmadan qızınızı verdi? Bizim orada heç kimimiz yoxdur, tanımırıq da. Tanımadığın adama qız verərlər. Tanımadığına niyə verirsin? Düz deyilsin. O da mənim belə düşüncəsizliyim ki, mən getdim. Aydındır, dönəcəyik, bu məsələyə dönəcəm. Vay, mən şokdayım Ülkər xanım, zəhmətlə çalışan bir xanımsınız. Siz elə ona görə oğlunuz bura çıxmayıb, bilirsiniz? Mələk sifətində oturur. O mələkdir o. Yaşında. Gönül xanım, Ülkər xanım bir mələkdir. Anaların üstə gəlməyin. O çıxmamalıdır, onun oğlu burada oturmalıdır. Yalan üzərində başqasının əlinin zabarı ilə ailə saxlayır, uşaq saxlayır, nəvə saxlayır. Mən başa düşməm, siz nəyi müdafiə edirsiniz? Mən o ananı müdafiə edirəm. 18 yaşında uşağın həyatı O bıçaq. ayrı bir məsələdir. Amma bu ananı günahlandırmağa heç kəsə icazə vermirəm. Niyə? Evlatlar Onda siz qaldırın qoyun ona, tərif edin, bəy tərif edin, biz də əl çalaq da. Amma bir dənə sual vermək istəyirəm. verin. Boşanan adamlar evlənə bilmir ki. Deyərdin də, bəlkə keçməz. Yox, bilmir ki. O qadın uşağı verməmək üçün hər şey deyə bilər. Amma Ülkər xanımın oğlu Ülvinin haqqıdır ki, öz övladını... Mən onu gətirəcəm bura. Bütün sübutları da qoyacam burada. Onda Gönül xanım, kim haqlı, kim haqsız olan... Salam əleyküm. Anacan, necəsiniz? Növbəti bir ana var. Rəşadın anasıdır telefon xəttində. Əziz anam, necəsiz? Axşamınız xeyir olsun, xoş gələm xanım. Axşamınız xeyir. Gül xanım da buradadır. Bəli, görürüm, baxırım. Baxırsınız. Xoş gələm xanım. Nəsə sözüm var? Axşam saat 1 hamımız oturmuşuq. Bəli. Rəşadın Buradan efirdən gedən saat 9 İmkan ver danışsın. Rəşadın telefonuna zəng gəldi. Elə bu dəmdə oğlu da özün bilirsən, oğlu onu izin Bəli, bilirəm. Rəşada zəng gəldi. Rəşad özü hardaydı? Evdəydi də. Rəşad da elə göründüydü, telefonu oğlu əlindən alıb, telefonu saxlayır ki, görüm kim zəysən edirsə. İndi anası tapşırıb nəsə. Başa düşmədi. Zəng gəlib, açdı,
Birinci cümləsi bu oldu. Mazengi. Bir dakika. Yalandı. Dedi ki kimdi uşaq dedi ki adını dedi dedim ver atava telefonu. Kadın hanım benim 68 yaşım var. Yox anacan siz ağsaçlı bir xanımsınız. Buyurun, buyurun. Mən anayam, mən yalan da o cümləni demirəm. O nəyə görə deyir ki, Akşam onu 6 dənə iğnə vuruldu. Sən inanırsan, o nəyə görə mənim oğlum o cür təhqir edir? Rəşad xəstələnib. Yox, 6 dənə axşam iğnə vuruldu. Həmin Rəşada. Qarlı 100 bəli, axşama. Rəşad xəstə olanda Gülxanım baxdı və ona 10 gün. Sizin xəbəriniz var mı? Heç onları niyə demirsiniz? Nə pislik eləmişəm, yaxşılıqlarımı, hanı mənim yaxşılıqlarım? Mən Rəşadın haqqında burada bircə kəlmə də pis söz deməmişəm. Amma siz mənə ağzınıza gələn axşam dediniz, düz deyil o sözlər. Onlar söz deyil. O görək nədir? Hə, buyur. O Rəşad ondan uşaq istəməyib, Xoşqədəm xanım. Rəşad ondan uşaq istəməyib. Əgər bu özü üçün uşağı doğub saxlayırsa, Rəşaddan nə tələbi qura bilər o? Məni başa salır. Bu maraqlı sualdır. Hə. O Rəşaddan hansı tələblərdir? Özün deyişdə bu qadın deyir, Rəşadın anasıdır. Deyir, özün demirsən ki, özüm üçün dünyaya gətirirəm. Bəli, özü efirdə tezdə təsdiq edib. Rəşadsız o xəlvəti, rəşadsız xəlvəti... Ay xanım, ay anam, siz mənə ağzınıza gələn axşam deyirsiniz. Siz deyirsiniz ki, mən səni görmüşəm. Mən yenə hər şey efirdə demirəm, amma ki, ayıbdır. Və Rəşad mənim üçün gəlib burada ağzına gələni deyir. Və mən də bir anayım. Bəs siz niyə demirsiniz Rəşada ki, o bir qadındır, niyə gedib onu orada təhqir edirsən? Səhər doğumlarımda danışmışam onunla. O xanımla, o telefonun gəlsiyle mən danışmışam. O təsdiq elədi. Dedi, mən evdə olmamışam, uşaqlarıma verim. Mən də ondan xahiş elədim ki, sən bir də o bizə heylə təhqir edici sözlər sənin telefonunla alıb Mən siz məni təhqir edirsiniz. İndi nə istəyirsən? Mən nə istəyirəm? Rəşad istəyirsən, danış. Rəşad özü gəlsin də niyə gəlmir? Niyə qoymursunuz ki, gəlsin Rəşadı bura? Mən sana olduğu kimi deyirəm. Sən bizim ailəyə layıq olmayan bir qadınsan. Layıq ol. Sizin elə bu sözləriniz təhqir edici sözlər. Təhqiri siz edirsiniz məni. Oğlumu özüm çağıraraq, oğlumun yanına özün gəlmişsən, sənin də özün də bilirsən kimlərin vasitəsilə gəlmişsən. Kimlərin, bunlar nə sözü, kimlərin vasitəsilə gəlmişəm? Siz niyə şərbəhtan atırsınız? Mənim sana sözüm budur ki... Siz niyə şərbəhtan atırsınız? Ayıb deyə Allahdan günahdır, Allah düzəldir. Bir dəqiqə. Sana olsun ki, nə deyirsən? 10 milyon xalq... Mən düşünürəm ki, onlara layiq olmayan bir qadın onların adını daşıyası uşaq dünyaya gətirir. Uşaqlara görə gəlməlidir. Söhbətin lafı oldu, Quran ayəsi ya. Mən özümü çıxıb dağdan atacağım. Sağ deyəcəm ki, gəmənlə gedək özünü dağdan at. Atasdan. Bu dəliydi də bilmirdi. Xoşqədəm xanım, Rəşad gəlsin, bu mövzu son qoysun. Rəşad istəyir, anacan deyir, Rəşad gəlsin. Sözün son qoysun, bu mövzu və mən də bitsin bu mövzu. Rəşad heç vaxt evlə gəlməyəcək bir ana olaraq bunu mən deyirəm. Geçsin evladı doğur, özünə uşaq doğur, saxlasın. Rəşad ondan tələb edib uşaq istər. Səviyyəsiz qadınla bir yerdə olmazdı hələ əvvəldən. Amma Gülxanım səviyyədədir. Hələ birdirlər, ikisi də eyni səviyyədir. Mənim yaxşılıqlarım, mənim ona etdiyim, o 10 gün xəstə oldu. Mən ona körpə uşaq kimi baxdım. Onun gözündən gəlsin. Mənim öyrümə gözündən gəlsin, bəli. Mənim oğlumun yanında sənin 10 gün nə işin var idi? Sən niyə şu evladının yanında olmuşsan, 40 dərəcə qızdırmamışsan yanında? Eşidirsən nə deyir? Deyir ki, nə gəzirsən orada 40 dərəcədə uşağın. Qırmızı olan uşaqdan ayrılmışdım da, bilirdi də ki, mən ayrılmışam. Yox, ayrılmamışsan. Xeyr, mən sabaha qədər uşağımla da danışmışam. Siz qalmışsınız ki, daha nə bahane axtarasınız. Sırf Rəşad məsuliyyəti üstündən götürsün deyə. Ki, hər dəqiqə deyir ki, DNT analizi veriləcək. Amma ki, bu Rəşadı məsuliyyətdən uzaqlaşdırmaq üçün edirsiniz belə. Sənin atan anan haradadır? Mənim atam anam, sizin mənim atam anam niyə bizə lazım deyə haradadır? Mənim anam ailə qurub, atam da ki, fakt ki, bilinir ki, atam kimdir? Hanımla yaxınlaşanda atasının anası soruşmuşdu. Mənim atam anam sizə maraqlı deyil, haradadır? Düşüb atağına ya da... Mənim oğlumun adını çəkmə. Deyir, sizin oğlunuzla barədə gedir də burada söhbət. Deyir ki, yəni bitdi də Gülxanım, nə uşağı, nə səni istəmir. Heç kəs anlada bilməz. Yəni DNT-li, nəli,
Bizim bu işe hiçbirimiz karışacak yoktur. Xahiş edirəm, evinizdə Rəşadın adı çəkilməz. Necə siz nə danışırsınız? Siz nə danışırsınız? Siz mənim sahibsizliyimdən mən istifadə edirsiniz. Sırf Rəşadı qoyursunuz qırağa ki, Rəşad belədir. Elə eləmin ki, hər şey çıxartarım bizi. Məni cana yığmayın. Cana yığmayın, ha mənə artıq. Bəsdir artıq. Aman Allah'ım, neler açacaksan, neyi gizledirsen Gülxanım? Ama bu düzgün değil. Bu düzgün. Bir kişi ki anaya, oğluna, arvada telefonu verir. Dalda gizlenir. Bu kişilik değil. Gizləndik yox, bu söz mənim Necə oğlum telefon akşam ben ona zəng edirəm oğluna. Özü hanı ölüb özü. Ya oğlunu alır. Sen neye göre benim saat 1'de benim bizim alemde ne? Necə kimə zəng eləməliyəm bəs? Mən kimə zəng eləməliyəm? Bu mevzu Rəşaddan gedir, Rəşadı başqa bir kişiyə zəng eləmirəm ki. Erkek bizim aileden, sokulma bizim aileye. Girme bizim aileye. Sizin kimi analar mən bilmirəm, həqiqətən siz necə bir... Daha mən... Ay hanım, onda haradaydınız siz? Səni neçədən, bəlkə səni elçi gedib almışıq. Bəlkə sən ikinci dəfə Mən elçi getmişsiniz. Mən demirəm ki, mənlə nikah sadəcə niyə gizlənir? Niyə məni təhqir? Niyə sizin qızınız siz məni təhqir edirsiniz? Anacan, indi bir dəqiqə, ay ana, indi zəhmət olmasa məni dinlə. Hansı ikisini bir kadın anladı? Bir saniyə icazə verirsən danışım. Anacan, indi icazə ver mən danışım. Bəli, bu sizin haqqınızdır, nə istəyirsiniz deyə bilərsiniz. Gülxanımı heç kəs müdafiə eləmir. Gülxanım həyatının ən böyük səhvini eləyib. 3 uşağını qoyub kənara, Gülxanım həyatının ən böyük səhvini eləyibdir. Nigahsız, heç bir şeysiz gedib 2 uşağı da gətirib bədbəxt eləyir. Bunlar öz yerində. Amma Rəşad da məsuliyyətdən yayınmır. O 2 uşağın sabah deyinti analiz veriləndən sonra onun alimenti də, onun yaşantısı da təsdiqlənərsə Rəşadın üzərində olacaqdır. Bilinmir çıxarsın. Siz nə danışırsınız ki? Siz mən burada nə haqla təhqir edirsiniz ki bilinmir? Necə bilinmir? Mənim uşağımın atası odur, siz deyirsiniz ki bilinmir. Olmayana qədər Özü hələ də yaxşı bilir ki odur. Özü də yaxşı bilir ki özüdür. Deyir ki, DNK analizi olana qədər hələ heç nə bilinmir. Kişi bu qədər qorxaq olar, gedib ananın dalında gizlənər. Olmaz belə, siz yaşlı qadınsınız. Mən Anadır da, mənim anam, bir dəqiqə deyəm, mənim anam mənə desəydi ki, ölərdim, desəydi boşanardım. Necə, ana demir ki, bir qadını gedib orada təhqir eləyir, onun anasını mən dünən dəhşətə gəldim. Qadın əgər ondan əl çəkmirsə necə? Qadın əgər ondan sual verdim, əl çəkmirsə necə? Qadın onun dalında nə gəzir, klub zəmbiləlində? Söhbət bundan gedir. Neyi kəsəcək? Bura sizin evinizdir. Ağzınıza gələni danışasınız. O danışmır, elə bir söz demir o. Bəstirin. İndi oldu xanım, mən sizə təşəkkür edirəm. Yığıram Rəşadı. Gəlsin səni aparsın Rəşad. Mən artıq bezdim. Gəlsin aparsın. Necə yəni qutarması? Neysə mənim üstümdə qalasın. Bəstirin, mənim üstümə atıbdır. Ana da buradan imtina etdi. İndi bu 2 uşağı da dünyaya gətirib qoyacaq sən axtarramın qarşısında. Vallahi belə şey olmaz. Deyirdim, indi buna gəlib ev falan tutacaqdılar. Qadın dedi, ümumiyyətlə heç DNK-dan da sonra istəmirik. Vallahi 2 uşaq mənim üstümdə qalacaq. Belə şey mi olar? Bütün məsuliyyəti niyə götürmürsən? Rəşad, götür də telefonu. Götür də telefonu. Sən bir dəfə bura düşmüşdün də, mən bunu açıqlamıram. Əsəbimdən bilmirəm nə deyim. Axı sən bir dəfə bu səhvi eləmişdin. İkinci dəfə niyə elədin? Pes idi də Gülxanım, niyə elədin ikinci dəfə?
ya oğul. Qaça bilməz. Xeyr, mən açıqlamıram. Niyə sən özün bildiklərini demirsən? Xoşqədəm xanımı verirsən Bu qabağa. məni verir də qabağa. Belə ağıllısan sən. Buna bax ha. Gül xanım, mən sənə nə ev tutacam, nə sənə. Bəli. Mən bunları eləməyəcəm. Bax, burada da Kes deyir deyirəm. belə insanlar məsuliyyəti üstünə ki, Xoşqədəm xanım baxacaq. Niyə baxmalıdır? Özü yıxılan ağlamaz qızım. 3 uşağın mən o görüntüləri göstərəcəm sabah ki, milyonlarla tamaşaçı baxsın ki, o 3 uşaq nə vəziyyətdədir, necədir. Övladı olan qadın ailə qurar, ailə qurar. Mən demirəm, qadın Könxan, qadın əlbəttə ikinci dəfədə xoşbəxt olmaq üçün cəhd edə bilər. Amma bir qadın uşağından imtina edirsə, ondan sənə yar olmaz, olmaz, olmaz. Çünki o yarından imtina etdi. O yarından imtina etdi. Rəşad sabah bura gəlməlidir, səni götürüb bu studiyadan çıxmalıdır. Ona görə Rəşad sənə səslənirəm. Sabah o studiyada. Mən bilmirəm, mən dedim. Mən səndən imtina edirəm. İmtina edirəm. Sabah qaldığımız yerdən davam edəcək. Baş sponsor bir market, xüsusi sponsor Medera Hospitalı, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, zob xəstəlikləri üzrə mütəxəssis Xəqanə Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, lor cərrah Leyla Zülfüqarova, həkim kosmetoloq Nigar Sultanova, West Medical Center, Bafuri və Referans Medical Group'un sponsorluğunda Səni axtarırama baxdınız.